Tariyel mənzilin qapısına vurulmuş poçt qutusunu açdı. Qəzetləri götürüb içəri girdi. Bərk yorulmuşdu. Qəzetləri saymazcana divanın üstünə atdı. Mətbəxə keçdi. Qazı yandırıb çay qoyandan sonra qayıdıb böyük, rahat kresloda oturdu. Başını kreslonun söykənəcəyinə qoydu. Gözlərini yumdu və biraz keçməmiş yuxuya getdi. Əgər qonşusu qapının zəngini basıb onu ayıltmasaydı, bəlkə də səhərə kimi beləcə yatardı. Çox sağ olun, qonşusuna dedi. Yəqin bayaq qəzetləri götürəndə arasından düşüb. Tariyel qapını örtüb qonşunun ona verdiyi məktubun üstünə baxdı. Xətt ona tanış gəlmədi. Zərfin üstü iri və ilk baxışdan kobud görünən hərflərlə yazılmışdı. O bir də məktubun üstünə baxanda bu qərara gəldi ki, kişi xəttidir və Tariyel bunu qapıdan kresloya qədər gələnəcən fikirləşdi. Zərfi açıb məktubu oxumaq istəyəndə qazın üstünə qoyduğu çaynik yadına düşdü. Mətbəxə gedib orada biraz ləngiyəndən sonra bir stəkan çayla geri qayıtdı. Əvvəlki yerində oturdu. Telefon zəng çaldı. Zərfi jurnal stolunun üstünə atıb ayağa durdu. Dəstəyi götürdü. Alo, axşamın xeyir. Bəli, evdəyəm. Yaxşı, gələndə çörək də al. Hə, sağ ol. Dəstəyi üstünə qoyub qaydanda yolüstü televizorun düyməsini bastı. Zərf qalın idi. Kimsə əməlli başlı ürəyini boşaltmışdı. Məktubun arasından bir quru yarpaq çıxdı. Tariyel ehtiyatla yarpağın saplağından tutub işığa tutdu. Qoz yarpağıdır, dedi. Yarpağı ehmalca stolun üstünə qoyub məktubu oxumağa başladı. Hər vaxtınız xeyir olsun, hörmətli Tariyel. Bu məktubu sizə Lvovdan yazıram. Məni Lvovda axtarmaq fikrinə düşməyəsiniz. Çünki məktubu poçt qutusuna atandan bir saat sonra Petropavlovskaya uçuram. Tariyelin hövsələsi çatmadı. Məktubun kimdən gəldiyini bilmək üçün axırına baxdı. Hörmətlə, Çanko. Zərfin üstünə baxdı. Poçtun möhüründə də Lvov yazılmışdı. Oradan da qismət olsa Yaponiyaya getmək istəyirəm. Sizin yanınızda da üzü qarayam. Bilirəm ki, mənə görə başınızda turp əkirlər. Ancaq nə eləmək olar? Sizin də işiniz belədir, gərək dözəsiniz. Başqa əlacınız yoxdur. Mən hələlik sizə heç bir kömək edə bilmərəm. Xahiş edirəm, məktubumu axıra kimi oxuyasınız və özünüzü mənim yerimə qoyasınız. İndi hər şeyi sizə danışmaq istəyirəm. Elə hesab eləyin ki, dərdimi deməyə sizdən başqa heç kəs yoxdur. Mənim taleyim heç kəsi maraqlandırmır. Sizdən başqa. Bu boyda dünyada mənimlə təkcə siz maraqlanırsınız ki, onu da sizin vəzifəniz tələb eləyir. Eybi yox, buna da şükür. Vay o gündən ki, səninlə heç kəs maraqlanmasın. Hə, mən 1938-ci ildə anadan olmuşam. Atalığım imkanlı adam olub. 10-cu sinfi qızıl medalla qutardığım gün o mənim başıma müsibət gətirdi. Sevinə-sevinə evə gəldim. Atalığım, o ömründə birinci dəfə məni öpdü. Çox zəhmli, ağır kişi idi, dedi. Birbaşa hüquq fakültəsinə, gərək prokuror olasan. Nəslimizdə, kökümüzdə onun bir sözünü iki eləmək o vaxta qədər heç kəsin ağlına gəlməmişdi. Mənim ağlıma gəldi, dedim. Yox, mən fizik olmaq istəyirəm. Atalığım əvvəlcə qulağına inanmadı. Mən ikinci dəfə təkrar eləməli oldum. O məni bağımızın ayağındakı cavan tut ağacının yanına gətirdi. Kotan zənciri ilə ağaca sarıdı. Zəncirə yekə bir qıfıl vurdu. Açarını cibinə qoyub çıxıb getdi. Səsimi də çıxartmadım. O axşam yanıma gəlib dedi. Mən deyənə gəldin? Yox. Beləliklə, 2 gün mənə eyni sualı verib, eyni cavabı aldı. Məni xilas eləyən olsaydı, atalığım tikə-tikə doğrayardı, tökərdi 40 arşın quyuya. 2 gündən sonra atalığımı Bakıya çağırdılar. Anam və məndən kiçik bacım yanıma gəldilər. Anam tut ağacını mən qarşı qucaqlayıb ağladı. Anam bilirdi ki, bu işlərin axırı yaxşı olmayacaq. O ərini yaxşı tanıyırdı. O vaxt mən anamın hər şey qabaqcadan hiss elədiyini o qədər də anlamamışdım. Kilidi sındırıb məni xilas etdilər. Evə gəldik. Mən xeyli arıqlamışdım. Yazıq anam özünü öldürürdü. Bacım da ona qoşulmuşdu. Mən də dözə bilmirdim.
Anamdan və bacımdan başqa dünyada hamıya nifrət eləyirdim. O vaxt mənimlə bir sinifdə oxuyan Solmaz adlı bir qız vardı. Mən onu sevirdim. Özümə söz verdim ki, bu biabırçılıqdan sonra bir də ömürlük onun gözünə görünməyim. Belə də oldu. Sonralar Solmaz məni çox axtardı. Mən həmişə ondan qaçırdım. Atalığım qayıtmamış, anam məni Bakıya yola saldı. Mən sənədlərimi universitetin fizika fakültəsinə verdim. Atalığım qayıdan kimi məsələdən hali olub anamı da, bacımı da evdən həmişəlik qovdu. Mən bunu eşidib sarsıldım. Dünya gözlərimdə qaraldı və elə o vaxtdan da özümə söz verdim ki, girəvə düşən kimi onu öldürəcəm. Mən uşaq vaxtımdan çox kinli idim. Heç kəsə heç nəyə bağışlamırdım. Məni incidəndən mütləq əvəz çıxırdım. Bəlkə də bu mənim nöqsanım idi, ancaq nə edə bilərdim? Bu mənim xislətimdən gəlirdi. Universitetin 2-ci kursunda oxuyanda yazıq anam xiffətdən öldü. Gedib anamın təzə qəbrini qucaqladım. Ürəyimi boşaldana qədər ağladım. Qəbirstanlıqdan gecə yarısı çıxıb evimizə tərəf üz tutdum. Hündür asarı ehmalca aşıb bağa düşdüm. Tut ağacının yanından keçib ayağımın ucunda eyvana qalxdım. Süd kimi aydınlıq idi. Həyat bacanın əvvəlki səliqə səhmanından əsər əlamət qalmamışdı. 2 ilin içində elə bil hər şey dəyişmişdi. İri bir cib bıçağı çıxarıb onun başının üstünü kəstirdim. Atalığım yuxulda qımıldandı, çevrikdi, geri çəkildim. Əgər o tərpənməsəydi, bıçağı onun sinəsinə saplayacaqdım. Ancaq Bakıya qayıtdım. Universitetə gələn kimi mənə dedilər ki, dekan səni axtarır. Dekanın kabinetinə girən kimi o ayağa durub mənə başsağlığı verdi. Bir an dayanıb sonra dedi ki, gələn ayda mənə Lenin təqaüdü veriləcək. Sonra mən Ümumİttifaq müsabiqəsində 1-ci yer tutdum. Elmi işim Moskvada çap olundu. 4-cü kursun axırında bacımı da Bakıya gətirdim. Yataqxanadan çıxıb ev tutdum. Bir evdə yaşamağa başladıq. Bir gün bacım qorxa-qorxa mənə üz tutub ağladı. Ev sahibinin oğlu bacımdan 12 yaş böyük idi. Özünün də arvad uşağı vardı. Elə həyatın ortasındaca onun qol qabırğasını qırdım. Bacımı da götürüb həyətdən çıxdım. Başımıza çox müsibətlər gəldi. Bu əhvalatın arxasını sizə yazmıram. İnsan çiy sündəmib. Elə bilərsiniz ki, yumşatmaq istəyirəm. Nəysə, universiteti fərqlənmə diplomu ilə qutardım. Məni aspiranturada saxladılar. Bacımla birgə Yasamaldakı aspirantlar evində yaşamağa başladım. İşlərim yaxşı gedirdi. Fizikadan 2 tələbə hazırlayırdım. Pis dolanmırdıq. Aradan illər keçməsinə baxmayaraq, o kətan zəncirin cingiltisi qulağımda idi. Ağrısı da bədənimdə. Atalığım yeməkxanada xörək paylayan gözəl bir rus qadınla evlənmişdi. Ondan bir uşağı da olmuşdu. O qadın evimizdə də, anamın ruhunda da xanımlıq eləyirdi. Müdafiə ərəfəsində eşitdim ki, atalığım ölüb. Bacımdan gizlətdim, özüm də getmədim. İndi o həyətdə, o ata yurdunda bizim heç kəsimiz qalmamışdı. Hərdən mənə elə gəlirdi ki, bizim nə evimiz olub, nə də həyətimiz. Müdafiəni dayandırdılar. Elmi rəhbərim deyirdi ki, tələsmə. Mənə elə gəlirdi ki, o yaxşı adamdı. Gözlədim. O vaxta qədər gözlədim ki, elmi rəhbərim mənim işimi öz doktorluq dissertasiyasının əsas tərkib hissəsi kimi müdafiə elədi. Mən də qaldım baxa-baxa. 2 yolum vardı. Ya elmi rəhbərimdən cəllad kimi intiqam alıb, bacımı bu dünyada tək qoymalı idim, ya da hər şeyi 2-ci dəfə təzədən başlamalı idim. 2-3 ay heç nə ilə məşğul olmadım. İngiltərədə, Qərbi Almaniyada çıxan məqalələrimi götürüb şikayətə getdim. Hara getdimsə dedilər gecdi. Elmi rəhbərim köklü köməkli adam idi. Çoxları ondan qorxurdu. Akademiyada kiçik elmi işçi idim. Maaşım 2 nəfərə güclə çatırdı. Yazıq bacım da mənimlə avara olmuşdu. Onun tayları çoxdan ərə getmişdi. Bilmirəm, nəyə görəsə məndən bərk qorxurdu. Ərə getmək və s. onun ağlına da gəlmirdi. Evləndim. Təzədən mövzu götürdüm. Gecə-gündüz işlədim. Yarım keçiricilər fizikası ilə məşğul olurdum. İndi də təzə rəhbərim mənə mane olurdu və onun bu hərəkəti mənə o qədər də ağır gəlmirdi. Çünki bu maniyəni özüm yaratmışdım. O laboratoriya müdiri idi. Bir gün məni yanına çağırıb dedi, bir işdə mənə kömək etməlisən. Baş üstə dedim.
Mən ona kömək elədim. 2 ay onun üçün işlədim. O doktorluq dissertasiyası müdafiə elədi və elə bildi ki, artıq mən onun üçün rəqib deyiləm. Yolumdan çəkildi. Mən də müdafiə elədim. Sağ olsun. Yenə əvvəlki işimdə işləyirdim. 1 il də keçdi. Heç bir dəyişiklik olmadı. Pul qazanmağa başladım. 2 nəfər üçün də namizədlik dissertasiyası yazdım. Maşın aldım, ev eşik düzəltdim. 3 il də keçdi. Fizika məni özünə tərəf çəkdi. Özümdən asılı olmayaraq instituta qayıtdım. Məni pis qarşılamadılar. Xeyli işlədim. Mənimlə tez-tez məsləhətləşirdilər. Və günlərin bir günü mən bəşəriyyətə hələ indi də məlum olmayan bir kəşf elədim. Elə düşünürdüm ki, bu kəşf mənə dünya şöhrəti gətirməlidir. Yazılışı isə cəmisi 2 vərəq idi. Hələlik bu kəşfi içimdə saxladım. Bu barədə bir kəlmə də danışmadım. Neçə illər keçib, hələ də o kəşf mənim ürəyimdədir və yəqin ki, özümlə o dünyaya aparacam. Qəbrimin içindən götürdüyünüz şeyləri halal eləyirəm. Bir şey də yadınızdan çıxartmayın ki, mən özüm üzə çıxmasam, heç vaxt məni tapa bilməyəcəksiniz. Bunu deməyə özümə borc bilirəm. Bilmirəm siz məni necə təsəvvür edirsiniz. Ancaq mən bax, beləyəm. Xan kişini də ata əkib, ana doğmuşdu. Xan kişi daşdan, dəmirdən əmələ gəlməmişdi. Dünyada aldanmaq ölümdən də dəhşətlidir. Biraz fikirləşsən, mənimlə razılaşarsan. Mənim ölümümün yalançı olduğunu bacıma və arvadıma bildirmədiyinizə görə sizə sonsuz dərəcədə minnətdaram. Belə yaxşıdır. Qoy məni ölmüş bilsinlər. Əslində mənim həyatım çoxdan sona yetib. İndi özüm öz ömrümü rezin kimi dartıb uzatmaqla məşğulam. Açığı hələ ki yaşamaq istəyirəm, yorulmamışam. Bu da mənim taleyimdir. Mənim ömrümdür. Hər kəs öz taleyini yaşayır. Çanko. Taryel heykəl kimi qurumuşdu. Rufanın içəri girməyindən və bayaqdan bəri divana söykənib ona baxmasından xəbəri olmamışdı. Rufa onu fikrindən ayırdı. Niyə bir təhərsən? Məktub kimdəndir? Ona tərəf gəldi. Taryel diksindi. Nə vaxt gəlmisən? Narazı başını buladı. Bayaqdan sənə tamaşa eləyirdim. Başı ilə məktuba işarə elədi. Kimdəndir? Dostumuz yazıb. Məktubu ona uzatdı. Al oxu. Başını əllərinin arasına alıb sıxdı. Ay köpək oğlunun dünyası dedi. Çanko? Rufa təəccübləndi. Həmin o gözlərini döydü. Taryel onun sözünü kəsdi. Həmin o. Sonra da mənalı başını buladı və Rufa onun bu qəribə hərəkətini başa düşmədi. Məktubun ilk abzasını oxuyandan sonra Taryelə üz tutub dedi. Əclafın biri, görürsən nə yazır? Lap hələ salıb cəmaatı. Taryel soyuq, könülsüz dedi. Məktubu oxu qutar, sonra bir yerdə söyərik. Rufa Taryelin səsindəki istehsanı hiss eləmədi. Ayaq üstə məktubu oxumağa başladı. Sonra gözünü məktubdan çəkmədən ehtiyatla gəlib divanda oturdu. Taryel mənalı Rufaya baxdı. Sonra mətbəxə gedib 2 stəkan çay gətirdi. Əyləşib qəzetləri vərəqləməyə başladı. Televiziya iri buynuzlulara qarğa göstərilməsindən danışırdı. Mütəxəssisin üzündən oxuduğu bu çıxış Taryeli əsəbləşdirdi. Tənbəl durub televizorun düyməsini bastı və qayıdıb öz yerində oturana qədər vaxt tapıb fikirləşdi də. İri buynuzlu heyvanlar haqqında elə danışırlar ki, elə bir bəşəriyyətin gələcəyi bu heyvanlardan asılıdır. Bir qurtum çay içdi. Qaynar çay onun ağzını yandırdı. O üz gözünü turşutdu. Əlindəki stəkanı taqqıltı ilə nəlbəkiyə qoydu. Qəzeti bir kənara atdı. Rufanı da məktubdan ayırmaq istəmədi. Ayağa durub pəncərəyə yaxınlaşdı. Pərdəni çəkib şəhərə, onun pəncərəsinin payına düşən şəhərə tamaşa eləməyə başladı. Ürəyi sıxıldı. Pəncərəsinin qabağından keçib gedənlərin heç birisi başını qaldırıb ona baxmadı. O lap darıxdı. Son vaxtlar belə darıxdığı yadına gəlmirdi. Taryel əvvəlcə küçədən bir-birinin dalınca şütüyüb keçən Jiguli maşınlarını saymağa başladı. Tez yoruldu. Başında silindr olan bir kişi keçirdi. Görün başına silindr qoyan neçə adam keçəcək? Bir. Başına silindr qoymuş kişi tini burulana qədər onun dalınca baxdı. 1-2 Jigulini də sayandan sonra pəncərənin qabağından çəkilib pərdəni çəkdi. Sağ yumruğunu sol ovcunun içinə çırpdı. Şart.
Sonra əlini gür saçlarına çəkib Rufaya baxmadan dedi: "Əclafın biri, görürsən nə yazır? Lap ələ salıb camaatı." Taryel Rufanı yaxşı tanıyırdı. Rufa ona cavab vermədi. Taryel çönüb ona baxanda gördü ki, Rufa dinməz söyləməz ağlayır. Taryel sustu. Stəkanı götürüb qorxa-qorxa bir qurtum içdi. Çay buza dönmüşdü. Mətbəxə gedib çayları dəyişdi. Gəlib Rufa ilə üzbəüz oturdu. Rufa ayağını bir-birinin üstünə aşırıb, gözlərini çox uzaq bir nöqtəyə zilləmişdi. Taryel dedi: "Gözün yol çəkir, deyəsən qonağımız gələcək." "Yaxşı, acmamısan?" Taryel əlini əlinə sürtdü. O yaranmış bu vəziyyətin əlindən hər ikisinin yaxasını qurtarmaq istəsə də bir şey çıxmadı. Bir an dayanandan sonra şəhadət barmağı ilə Rufanın burnunun üstündən bastı. "Bab, Yevlaxa çatdıq," dedi. Telefon da zəng çalandan sonra Rufa özünə gəlib ehtiyatla gözünün yaşını sildi. "Alo, alo," Taryel dəstəyi telefonun üstünə çırpdı. Rufa ayağa durub yataq otağına keçdi. Paltarını dəyişib geri qayıtdı. "Bağışla," dedi. "Nəyə görə?" "Nə bilim, elə belə." Rufa bir anlıq başını aşağı saldı. "Onda sən də bağışla," Taryel dedi. "Nəyə görə?" "Nə bilim, elə belə." İkisi də bir anlığa sustu. İkisi də gülümsəmək istədi. Rufa dedi: "Taryel, ona..." Başı ilə stolun üstündəki məktuba işarə elədi. "Kömək eləmək olmaz?" "Olar." Taryel əlini saçlarına çəkdi. "Necə?" "Bax belə." Taryel şəhadət barmağını öz gicgahına dirədi. "Zarafat eləmirəm." Rufa incik halda dedi. "Mən də zarafat eləmirəm. Çox gecdi. Heyf." "Əlbəttə heyf. Elə bilirsən o cür adamlar elə. Yazığın başı çox çəkib. Bəs Şükufə? Şükufə yazıq deyildi?" Taryelin bu sualı heç yerinə düşmədi. Şükufə də yazıq idi. "Bəs?" "Bəsdir də sən Allah." Rufa Taryelin sözünü kəsdi. "O həkim necə oldu?" "Getdi." Taryel hər iki əlini 4 barmağına çarpazlayıb üst-üstə qoydu. "Getdi," dedi. "Yazıq," Rufa dilləndi. Taryel ürəksiz-ürəksiz gülümsədi. "Deyəsən bugün adamlara yazığın gələn günüdür." Rufa bu dəfə əməlli başlı incidi. O insan deyil ki, heç olmasa ömrünün bircə gününü yazıqlara həsr eləməsin. Taryel də öz növbəsində başını buladı. "Səhv eləyirsən əzizim, səhv eləyirsən." "Niyə ki?" Taryel tələsmədən siqaret çıxardıb yandırdı. "Ona görə ki, ömrün bir gününü həsr eləməklə dünya yazıqlarına bir gün ağlamaq olmaz." Təzəcə yandırdığı siqareti külü olmasa da külqabına çırpdı. Bir an fikrə getdikdən sonra əlavə elədi. "Bir də ki, heç bilirsən yazıq kimə deyirlər?" "Yazıq?" Rufa onun gözlərinin içinə dik baxdı. "Bəli," Taryel çox sakitcə cavab verdi. "Yazıq, yazıq Şükufədir. O həkimdir. Elə Çankonun özü də yazıqdır." "Şükufə niyə yazıq olur?" Taryel dik qalxdı. "Dayan, özün dedin ki." "Mən? Bəli, mən çox kobud səhv eləmişəm əzizim. Şükufə yazıq deyil. Şükufə..." Bir an sustu. "Şükufə günahkardır. Günahkar adamlar da həmişə yazıq görünürlər. Sən günahkarlarla yazığı bir-birinə qarışdırma." "Bəs onda yazıq kimdir?" Rufa bütün diqqətini Taryelə yönəltdi. Taryel də əlüstü cavab verdi. "Yazıq Salmandır, Salman. Onu yazıq günə Şükufə qoyub." Buradan belə bir nəticə ortalığa çıxır ki, Şükufə adamı yazıq vəziyyətə gətirib çıxardandır. İkinci nəticə: başqasını yazıq günə qoyan adam heç vaxt yazıq ola bilməz. Başa düşdün? Rufa dinmədi. Deyəsən Taryelin dediyi onun ağlına batmışdı. İkisi də xeyli sustu. Rufa dedi: "Bəs həkim, o yazıq deyil?" "Yox, həkim də yazıq deyil." Taryel stulunu biraz da qabağa çəkdi. "Bax, yenə qarışdırırsan. Həkim yazıq deyil. Həkim tamahkardır. Tamahının ucundan da getdi. Elə Çankoda." "Bəs onda niyə bayaq məktubu oxuyanda?" Taryel onun sözünü kəsdi. "Ona görə ki, məktubun təsiri altına düşmüşdüm. Gərək dözəydi, mübarizə aparaydı, özünü sübut eləyərdi." "Dünyada dözməkdən çətin peşə yoxdur. Dözmək, axı nəyə görə dözməlisən?" "Özünü sübut eləməyin xətrinə." Taryel ikinci siqareti yandırdı. Bir qullaf vurub sözünə davam etdi.
Çanko gərək dözəydi. Nə qədər dözməli idi axı. Özü də başqası yox, məhz Çanko dözməli idi. Çanko dözməli idi Rufa. Çanko ona görə dözməli idi ki, o istedadlı, ağıllı idi. Ətrafdakılar da bunu görürdülər. Olmazdı ki, ətrafdakılar onun istedadı ilə fəxr edəydilər. Yox, Tariyel qısa cavab verdi. Niyə axı? Ona görə ki, hər bir insan istəyir ki, əvvəlcə onun özü ilə fəxr eləsinlər. Birinci növbədə onun özü ilə. Əgər onun özü ilə fəxr eləsələr, yalnız bundan sonra o kiminləsə fəxr eləyə bilər. O da nəzakət xətrinə. Sən insanları yaxşı tanımırsan. Götürək elə mənim özümü. Mən istəyirəm ki, Çankonu özüm tutum. Görürsən ki, bunu Çanko da hiss eləyib. Stolun üstündəki məktuba işarə elədi. Açıqca yazıb ki, təslim olmalı olsam, sənin yanına gələcəm ki, məni sən tutasan. Açıq yazıb ki, Rufa fikrə getdi. Xeyli sustular. Dənizə baxan pəncərə şüşəsinin mıxçası laxlayırdı. Külək şüşəni titrədirdi. Elə bir Tariyelin evinin dişləri bir-birinə dəyirdi. Üşüyürdü. Hər ikisi pəncərə şüşəsinin səsini ilk dəfə belə aydın eşidirdilər. Tariyel durub eyvandakı taxta qutudan çəkici götürdü. Pəncərənin şüşəsini bərkidib geri qaydanda Rufa əməlli başlı darıxdı. Tariyel gəlib oturan kimi Rufa dedi. Sənin dediyindən belə çıxır ki, hamı egoistdir. Hamı. Amma biri az, biri çox. Elə götürək bizim şefi. O da istəyir ki, Çanko başqa yerdə yox, məhz Azərbaycanda tutulsun. Niyə? Çünki Çanko kimi, necə deyərlər, ümumİttifaq əhəmiyyətli bir quldurun Bakıda tutulması onun üçün başucalığıdır. Dünya belədir. Yaxşı, mən səninlə razıyam, ancaq bir məsələni də, buyur. Əgər insan dözə bilmirsə, necə deyim sənə, belə dözməyə gücü çatmırsa, onda necə olsun? Təkrar edirəm, əgər bir insan başqalarından çox istedadlıdırsa və başqalarının haqlı-haqsız hücumuna, başqalarının onu sıxmağını dözə bilmirsə, məhv olmalıdır. Yaşamaq dözməkdir. Dözəsən gərək. Rufa siqaret yandırdı. Yaxşı, tutaq ki, dözə bilmədi, məhv oldu. Bu oyunda kim uduzur? Dözməyən adam. Bəs cəmiyyət? Səncə cəmiyyət heç nə uduzmur? Xeyr. İndi də sən səhv eləyirsən, əzizim, Rufa dedi. Niyə? Ona görə ki, bu oyunda cəmiyyət daha çox uduzur. Bilirəm nə deyəcəksən. Deyəcəksən ki, Rufa da onun sözünü kəsdi. Dayan, sözümü kəsmə. Bu oyunda cəmiyyət daha çox uduzur. Başı ilə stolun üstündəki məktuba işarə elədi. Çanko yazır ki, elə bir kəşf eləmişəm ki, bəşəriyyətə məlum deyil. Düzdürmü? Düzdür, Tariyer dedi. Bilirsən, dayan. Əgər o doğrudan da Çanko elə bir kəşf eləyibsə, onda gərək siz Çankonu qoruyasınız ki, onun başına bir iş gəlməsin. Fikrimi yaxşı izah eləyə bilmirəm. Dünyanın inkişafına istedadlı adamlar təkan verirlər. Onların qabağını kəsənlər, onlara mane olanlar nəinki bizim cəmiyyətin, bütün dünyanın düşmənidir. Bax, onları güllələmək lazımdır. Rufa Tariyelin bayaqki hərəkətini təkrar elədi. Şəhadət barmağını gicgahına dirədi. Başa düşdünmü? Həyatda hərənin öz yeri var. Lap elə şahmat taxtasının üstündəki fiqurlar kimi. Hər fiqur öz yerində olmasa, oynamaq olmaz. Tariyel, Çankoya da acıq gələn o olub ki, ona öz yerini verən olmayıb. Qoymayıblar ki, öz yerində otursun. Onu öz yerindən didərgin salıblar. Şair demişkən, müsibət oluruq biz. Səhv düşəndə yerimiz. Tariyel düzəliş verdi. Müsibət oluruq biz, zorla əlimizdən alınanda yerimiz. Düzdür, Rufa sevinən kimi oldu. Hört Mülleri tanıyırdın da? FRG'nin futbolçusu? Hə, bax onlar çempion olanda dünya çempionu. Müller öz xanımı ilə banketə gəlir. Onu içəri buraxırlar, ancaq xanımını yox. Müller də əsəbləşir, banketə getmir. Özü də ölkənin yığma komandasından çıxır. Nə qədər yalvarırlar, bir şey çıxmır. Sonra onların futbol komandası nə günə qaldı, yadındadır da. Müller kimi futbolçu ədalətsizliyə dözmədi, onları bağışlamadı. Əgər Çanko doğrudan da elmə məlum olmayan kəşf eləyibsə, onu mütləq tapmaq lazımdır. Hə, nə oldu? Bəs deyirdiniz bu yaxınlarda? Heç nə. Məəttəl qalmalı işte, Rufa dedi. Məəttəl qalmalı heç nə yoxdur. Bəs onda niyə tapa bilmirsiniz?
Ona görə ki, özü demişkən, hər şeyi tüpürəndən biraz əvvəl özünün bütün şəkillərini yığıb yandırıb. Bəs qəbrin üstündəki heykəl? Onu tanıyanlar deyir ki, heykəl ona oxşamır. Çətin məsələdir, Rufa qayğılı-qayğılı dedi. Əlbəttə çətindir. Şəkilləri az qalıb. Bir də mənə elə gəlir ki, o maska ilə gəzib dolanır. Rufa bir an fikrə getdi. Sonra fikrində nəsə tapdı və bəlkə narahat olub dedi. Sən bu məktubu polkovnika göstərəcəksən? Göstərəcəm. Rufa güldü və elə bir qarşısındakı Taryel yox, bir uşaq idi, dedi. Mütləq göstər. Mütləq? Taryelin üzündə key ifadə yarandı. Hə, mütləq. Niyə ki? Ona görə ki, Çankonun kəşfi məsələsi doğru olsa, doğru olsa nə olar ki? Mənə elə gəlir ki, doğru olsa, sonra sənin boğazını üzərlər. Rufa Taryelin boğazına baxdı. Axı niyə? Taryel biraz əsəbi soruşdu. Ona görə ki, bu dövlət əhəmiyyətli, mühüm məsələdir. Bəlkə Çanko elə bir kəşf eləyib ki, cəhənnəm olsun onun özü də, kəşfi də. Ayağa durdu. Niyə əsəbləşirsən axı? Rufa mehribanlıq göstərdi. Düzəlmişdi hər yarağım, qalmışdı saqqal darağım. Lap başımı itirmişəm. Rufa durub televizorun düyməsini bastı. Bütün kanalları gəzdi. Tak, 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 tak. Ekran bütün kanallarda Qadirlə Gülağanın mil-mil həbsxana paltarına oxşuyurdu. Verilişlər çoxdan qurtarmışdı. Yorulmamısan? Rufa yüngülvarə əsnədi. Qəribə adamdı bu Çanko. 5-6 ay bundan əvvəl bacısı ilə görüşdüm. Rufa bir qadın kimi indi də Çankonun arvadının halına acıdı. İndi onun arvadı hardadır? Evində. Məktəbdə fizika dərsi deyir. Bəs bacısı? Onu deyirəm də, 5-6 ay əvvəl bacısını gördüm. Dedi ki, rayona qayıdıram. İndi onun kimi var orada? Niyə? Qohumları var. Hə, atasının ikinci arvadı öləndən sonra ögey bacısı evi satıb Novosibirskə getmək istəyirmiş 10 minə. Xəbər Çankoya çatanda o ögey bacısına 10 min pul verib yola salır ki, ata yurdumuzdur. Satma. Bunları mənə Çankonun Bakıdakı bacısı danışıb. İndi orada yaşayır, kitabxanada işləyir. Bu yaxınlarda Çankonun bacısı qardaşı arvadına dəyməyə gəlmişdi. Mənə də zəng eləmişdi. Demişdi ki, imzasız bir məktub almışam. Nə yazıblar? Rufa tələsdi. Yazıblar ki, ərə get. Qoy nəsliniz kəsilməsin. Bacısı da çox avamdır. Heç nə başa düşməyib. Mənə deyir ki, kimsə ev eşiyə gözünü tikib. Mən də üstünü vurmadım. Deyirsən o imzasız məktubu Çanko yazıb? Yox, Çanko yazdırıb. Başqasına. İnsandan baş çıxarmaq olmur. Bəs bacısı nə deyir? Heç nə. Nə deyəcək? Bu yaşda yazıq. Bax, əsl yazıq Çankonun bacısıdır, Salmandır. Elə Çankonun arvadı da yazıqdır, Rufa dedi. Düzdür. Taryel ayağa durdu. Qəzeti götürüb açdı. Gedək dedi. 4-cü səhifədəki başlıqları oxuya-oxuya yataq otağına tərəf getdi. Kremldə söhbət. Afərin kənd əməkçiləri. Azərbaycan SSR-nin tərəqqisi. Amerika-İsrail sövdəsi. Hər bir ümum təhsil məktəbinə yeməkxana. Anqolada vəziyyət. Rufa Taryeli qucaqladı. Birdən-birə elə kövrəlmişdi ki, yanaşı uzanmışdılar. Taryel başının altında əllərini daraqlamışdı. Çankonu tutmaq barədə fikirləşmək istəyirdi. Amma bilmirdi ki, hardan başlasın. Rufa başını Taryelin sinəsinə qoymuşdu. Bütün taleyini Taryelə danışmaq istəyirdi. Ancaq bilmirdi ki, hardan başlasın. Taryel, Rufa başını onun sinəsindən qaldırıb, gözlərini döyə-döyə dedi. Taryel, Rufa Taryelin dodaqlarını astaca üfürdü. Sonra gözünü onun dodaqlarına zillədi. Onu yüngülcə öpdü. Taryel, Taryel diksinən kimi oldu. İstəyirəm bütün taleyimi sənə danışım. Taryel ona tərəf çevirdi. Onun boynundan, boğazından, sinəsindən öpüb pıçıldadı. Danış. Rufa xeyli susandan sonra dedi. Hələ 16 yaşım olanda Taryel onun dodaqlarından öpdü. Danışma dedi. Danışma. Rufa da pıçıldadı. Danışmıram. Elə bir bugün birinci dəfə görüşürdülər. Hələ bugünkü kimi yaxın, can bir qəlbdə olmamışdılar. İmkan tapan kimi Taryel yenə pıçıldayırdı. Danışma, danışmıram. Onların heç birisi bu pıçıltıları eşitmirdilər. Rufa, can,
həyatımsan, canımsan, canımsan. Səhərə kimi söhbət elədilər. İstirahət günü idi. Rufa Taryeldən qabaq durmuşdu. Süfrə hazır idi. Süfrə arxasına əyləşməzdən əvvəl Taryel Rufanın əlindən tutdu. Gəlib pəncərəni açdılar. Onların pəncərəsindən də dünya biraz görünürdü. Süfrə arxasında Taryel Rufaya baxdı. İkisi də gülümsədi. Rufa süfrədəki yumurtanın birini götürüb dişinə vurdu. Gəl döyüşək dedi. Taryel yumurtanı götürdü. Uşaq kimi döyüşməyə başladılar. Sən tut, yox, sən tut, sən. Rufa dodağını büzüb inciyən kimi Taryel təslim oldu. Yaxşı, vur, dedi. Al gəldi. Ura! Rufa uşaq kimi sevindi. Uddum, ura! Taryel də sevindi. Əyri vurmusan, deyə zarafat elədi. Düz vursam bəlkə də uzardım. Ura! Rufa nə yaman sevinirdi. Allah, Allah! Rufa Taryeli udmuşdu. Onlar saat 1-də evdən çıxdılar. Rufa nə geysə ona yaraşırdı. Al da, şal da. Taryel də bugün ən qəşəng kostyumunu geyinmişdi. Əl-ələ tutub dəniz kənarında xeyli gəzdilər. Yoruldular. Rufa dedi, hara gedək? Kinoya. Taryel təbəssümlə onu süzdü. Yox, tenis oynamağa. Yox, gözlərini süzdü Rufa. Onda restorana. Yox, gəmiyə minək. Yox, funikulora. Yox. Bəs hara? Kukla teatrına. Onlar qol-qola girib kukla teatrına getdilər. Taryellə Rufa kukla teatrına gedən günün axşamı yaxın qonşular Zəkiyə xalanın evinə yığışmışdılar. 2-1, 3-1 söhbət eləyirdilər. Çöhrə o biri otaqda xanımla nə barədəsə danışırdı. Zəkiyə xala plov dəmləyirdi. Güllübəyim xala da onun yanında oturmuşdu. Zəng çalınanda bütün söhbətlər kəsildi. Hamının diqqəti qapıya yönəldi. Bu dəfə qapını Zəkiyə xala açdı. O qapının ağzındaca Giləs xanla ilə qucaqlaşıb öpüşdü. Sonra da Fərhad kişi ilə görüşdü. Fərhad kişi sağ əli ilə Zəkiyə xalanı qucaqladı. Halını xəbər aldı. Fərhad kişinin gəlməyi Zəkiyə xalanı hamıdan çox sevindirirdi. Fərhad kişi içəri girən kimi hamı ayağa durdu. Elə bil hərə öz yerini ona vermək istəyirdi. O da, Giləs xala da keçib boş stolda əyləşəndən sonra ayaq üstə duranlar oturdular. Heç kəs yarımçıq qalmış söhbəti davam etdirmək fikrində deyildi. Hamının gözü Fərhad kişinin ağzına tikilmişdi. Məclisə çökən sükut az çəkdi. Fərhad kişi dedi, hə, nə var, nə yox, nə tərsiniz? Əhməd hamının adından dedi ki, yaxşıyıq, çox sağ olun. Giləs xala ərinin bu sualına keçmiş qonşularının necə cavab verəcəyini onların sir-sifətindən oxumaq istəyirmiş kimi bir-bir hamının üzünə gülümsədi. Afiq divara söykənib Fərhad kişi təbəssümlə tamaşa eləyirdi. Siz sağ olun, biz yaxşıyıq. Əhməd, yaxşıyıq, çox sağ olun deyən kimi Salman da başını tərpətdi. Deyəsən torbada pişik balası var, hə? Fərhad kişi dedi. Əvvəlcə Giləs xalaya, sonra da məclisə nəzər saldı. Bu suala hamı gülümsəməklə cavab verdi. Bircə Salmandan başqa. Əhməd isə başını aşağı saldı. Biraz sıxıldı. Biraz da utandı. O da bu təbiətin sahibi idi. Qız dayısı. Zəkiyə xala əllərini döşlüyünün ətəyinə silə-silə içəri girdi. Gəlib Fərhad kişinin sol tərəfindəki boş stulda əyləşdi. Yazıq arvadın uçmağa qanadı yox idi. Üz gözündən o qədər sevinç tökülürdü ki, ona baxanlar da istər-istəməz sevinirdilər. Zəkiyə xala qız anası olduğunu yadından çıxartmışdı. Ağır oturub batman gəlmək onun ağlına da gəlmirdi. Aşkar sevinirdi. Fərhad kişiyə Zəkiyə xalanın sevinməyi bir yüngüllük gətirdi. O dedi, dünən axşam evə gəldim. Gilas dedi ki, bəs belə-belə. Zəkiyə bacı gəlmişdi. Eşitdim, çox sevindim. Dedim ki, bəs sözü niyə gəlib? Afiqi göndərsəydi. Zəkiyə xala onun sözünü kəsdi. Sizin qapıya mən uşaq-muşağı göndərmərəm axı atam. Çöhrə yaxşı qızdı. Allah onu xoşbəxt eləsin, Fərhad kişi dedi. Nə bilim, Zəkiyə xalanın böyük sevincinə utancaqlıq qarışdı. Sonra da əli Fərhad kişinin qulağına pıçıldadı. Çöhrə deyirdi ki, ana sənə qurban olum, Fərhad əmini çağırma.
Fərhad kişinin qaşları çatılan kimi Zəkiyə xala biraz da ona tərəf əyilib pıçıldadı. Dedim ki, ana qurban, niyə? Bəs elə şey olar? Sonra biz Fərhad kişinin üzünə necə çıxarıq? Deyir ki, bəs Fərhad əmidən utanıram. Fərhad kişinin üzünə nur ələndi. Vallah, bu oğlanların ağlı azalıb dedi. Çöhrə kimi qızı gərək çoxdan aparmış olaydılar. Abırlı, həyalı, halal olsun anasının südü. Zəkiyə xala başını aşağı saldı. Elə bil ki, Fərhad kişi onun özünü tərifləyirdi. Təzə yeriniz xoşunuza gəlir? Fərhad kişi hamıya müraciət elədi. Lap axırda gözünü Əhmədə zillədi. Niyə, pis deyil? Əməlli başlı razısınız? Belədir də, Əhməd dedi. Bir il xeyli əziyyət çəkdik. Camaat deyirdi ki, qazı, suyu, nə bilim, işığı açsınlar, sonra köçək. Jek də deyirdi ki, əvvəlcə köçün sonra. İndi rahatsınızmı? Nöşüm, pis deyil, Əhməd dedi. Sudan korluq çəkirik. Köhnə məhəllədə gecə-gündüz axıb gedirdi. Əhmədlinin gələcəyi yaxşı olacaq. Metro da çəkiləndən sonra nə var ki? Bir şey lazım olsa mənə deyərsiniz. Fərhad kişi əlini pencəyinin sol cibinə saldı. Sonra sağ cibinə saldı. Duruxdu. Qaşı çatıldı. Çönüb Gilas xalaya dedi. Gilas, bu əllərim qurusun. Təmiz yadımdan çıxıb. Bəs demədim cibimə siqaret qoy. Gilas xala dinmədi. Hərə bir tərəfdən ona siqaret uzatdı. Yox, çəkmirəm. Onlardan çəkə bilmir, Gilas xala dedi və bu məqamda hamı dönüb Güllübəyim xalaya baxdı. Güllübəyim xala Afiqə dedi. Get ginən bizə. De ginən ki, nənə deyir o sandıqdakı siqaretdən bir paçka versinlər. Gətir ginən ver kişiyə. Başı ilə Fərhad kişi işarə elədi. Afiqin gedib qayıtmağı bir su içim saat çəkmədi. Əlindəki Malbranı Fərhad kişiyə verdi. Elçilər yarım saat gecikirdi. Əhməd saatına baxdı. Xanım o biri otaqda çöhrəyə sığal tumar çəkirdi. Səbrə də onların yanında idi. Xanım dedi, qoy görsünlər ki, onlara necə qız veririk. Hələ qoy toy günü gəlsin, fatanı başına qoyanda olacaqsan dünya gözəli. Adaqlan səni tanımayacaq. Zəkiyə xala çöhrəgil olan otağa girib qapını örtdü. Əllərinin ikisini də qabağa uzadıb ona tərəf gələ-gələ dedi. Ana qurban, kövrəldi. Çöhrənin boynunu qucaqladı, gözünün yaşını sel kimi axıtdı. Ölmədim, bu günü də gördüm. Ana qurban. Çöhrə əvvəl tutuldu, sonra da qıpqırmızı oldu. Ana, dedi, sən get qonaqların yanına. Hər şey çöhrəyə yuxu kimi gəlirdi. Hər şey. Zəkiyə xala çıxdı. Səbrə çöhlə ilə üzbəüz dayandı. Çöhrə bibi, o xeyli böyümüşdü. Bizə tez-tez gələrsən ha? Yaxşı bibi qurban, hər gün gələrsən. Yaxşı bibi qurban, olar mən də sizə gəlim? Olar bibi qurban. Xanım sözə qarışdı. Sənin üçün olsun ay Səbrə güldü. Səbrə qaşqabağını töküb ciddi görkəm alandan sonra dedi. Bura bax ey, az danış, mən hələ balacayam. Çöhrə ilə xanım bir anlığa bəkdən güldülər və ikisi də eyni vaxtda şəhadət barmaqlarını dodaqlarına aparıb bir-birinə susmaq işarəsi verdilər. Sonra isə Səbrəyə baxıb ikisi də başını buladı. Yəni ki, çox bilmişdi fikirləşdilər. Anam gərək bunları göz qabağına yığmayaydı. Çöhrə üst-üstə qalanmış yorğan döşəyə göstərdi. Sərgi zat deyir ki, hələ yarısını da qonaqların otağına yığanda yalvardım. Dedi ki, sən bilən iş deyil. İnan düz deyir, xanım dedi. Sən də belə? Çöhrə biraz incidi. Axı ayıbdır, camaat yorğan döşək görməyib. Anan düz eləyir. Ağız, ay qara gün, niyə başa düşmürsən? Reklam eləyir də səni. Təəccübləndi. Reklamı neyinirəm? Yenə incidi. Reklamı neyinirəm? Xanım istehza elədi. Gül kimi qızsan, sənin tayların uşaq anasıdır. Elə fərsizliyinin ucundan un çuvalına dönmüşdün də. Uzada dedi. Sən dinmə, onun da ağlı elə kəsir, qəlbinə dəymə. Yazıqdır axı. Zəkiyə xala bir həftənin içində iri, bəzəkli bir sandıq düzəltdirib, üstünə də yazdırmışdı ki, çöhrə, toyunuz mübarək olsun. O sandıq çöhrəgil oturan otağın girəcəyinin sağ tərəfində idi. Üstünə də tikiş maşını qoyulmuşdu. Bayaqdan bəri çöhrənin gözü bəlkə 100 dəfə sandığın üstünə yazılmış, cümləyə sataşmış, hər dəfə də nəyəsə görə əsəbləşmişdi. Şifanerin sol tərəfində isə çöhrənin bir həftənin içindəcə böyüdülmüş portreti açılmışdı. Biraz aralıda
Pəncərəyə yaxın yerdə asılmış şəkildə isə Zəkkiyə xala çöhrənin boynuna qolunu salıb, üzünü üzünə söykəmişdi. Qoy görsünlər ki, mən balamı necə istəyirəm. Və bütün bunlar son bir həftənin məhsulu idi. Bir həftə bundan əvvəl oğlan tərəfindən qadınlar gəlmişdilər. Danışıqları belə olmuşdu ki, bir həftədən sonra kişilər, qadınlar elçi gəlsinlər. 5-6 gündən sonra da toyları olsun. Elçilərin gələcəyi vaxtdan 1 saat keçmişdi. Zəkkiyə xala mətbəxə keçib Əhmədi də çağırdı. Əhməd, bacı qurban, bəs bunlar niyə gəlib çıxmır? Zəkkiyə xala dodaqları əsə-əsə soruşdu. Əhməd bacısının üzünə baxa bilmədi. Nöşdə arxırsan, gələrlər də, dedi və qonaqların yanına keçdi. Əhməd Zəkkiyə xalanın üzünə baxsaydı, onu mətbəxdə tək qoyub getməzdi. Zəkkiyə xala mətbəxin pəncərəsindən yola baxdı. Uşaqlar böyük yoldan ayrılıb onların evinə gələn ensiz yolun qırağında tonqal qalamışdılar. Atılıb düşürdülər. Səsləri hər yanı başına götürmüşdü. Yol 100 metrə qədər uzanıb qabaqda 2 evin arasında sola dönürdü və oradaca qırılırdı. Zəkkiyə xalanın mətbəxinin pəncərəsindən belə görünürdü. İstirahət günü olduğundan yolun sol tərəfindəki yarımçıq binanın fəhlələri görünmürdü. Yolun sağ tərəfi isə daşlıq qayalıq idi. Bir uşaq tonqaldan 5-6 metr aralı üzü enişə oturub növbə ilə ayaqlarını yerə vururdu. Ayaqlarını yerə vuran uşaqdan da 5-6 metr yuxarı 10-12 yaşlı oğlan uşağı yekə bir daşı üzü aşağı diyirləmək istəyirdi. Əgər daş diyirlənsəydi, ayaqlarını yerə döyən uşağın belini qırardı. Zəkkiyə xala bu səhnədən ayrıla bilmirdi. Eyvana çıxıb çığırmaq istəyirdi ki, oğlan daşı diyirlədi. Daş gəlib ayağını yerə döyən oğlanın bir qarışlığından keçdi. Gedib yolun ortasına düşdü. Zəkkiyə xala da gedib o dünyanı görüb gəldi. Allah saxladı, oy! Vanna otağına girib üzünə su vurdu. Divara söykənib biraz özünə gəldi. İstədi qonaqların yanına getsin, üzü gəlmədi. Elçilər gəlsin sonra. Yenə mətbəxin pəncərəsinin qabağına gəldi. Qol-qola girmiş oğlanla qız tələsmədən onların evinə tərəf gəlirdilər. Qız elə Zəkkiyə boyda olardı. Ancaq oğlan Zəkkiyə xalanın gələcək kürəkənindən hündür idi. Şöhrə də adaxlısının qoluna girəcək Allah qoysa, bax belə gəzəcəklər. Oğlanla qız gəlib Zəkkiyə xalagilin evinin qabağından sola buruldular. Zəkkiyə xala axıra qədər onların dalınca baxdı. Getdilər, yaxşı balalardı, Allah xoşbəxt eləsin. İndi keçən cavanların bəlkə də bacı-qardaş olmaları Zəkkiyə xalanın ağlına da gəlməzdi. Bugün Zəkkiyə xalanın min cür fikri vardı. Bu fikirlərdən biri də o idi ki, özləri demişkən həridən sonra elçilərin və qonaqların qabağına yaxşı plovla çıxmaq. Zəkkiyə xala pəncərəsindən gözünü çəkən kimi plov qazanının qapağını qaldırıb baxdı. Plov ötmüşdü, düyülər əzilmişdi, xəşin olmuşdu. Zəkkiyə xalanın hər şey yadından çıxdı. Qara nəfəs gəlini xanımı çağırdı. Gəlini mətbəxə gələn kimi ona dedi. Gözlərim seçmir ana qurban, tez düyünü arıtla ver, tez ol, biabır olduq. Əlindəki düyü torbasını ona verdi. Zəkkiyə xalaya bıçaq vursan qanı çıxmaz. Düyü kimi ağarmışdı. Tez ol ana qurban, tez ol. Gözlərini pəncərədən çəkmədən xanımı tələsdirirdi. Vaxtdan saat yarım keçmişdi. Qonaqlar çay içirdilər. Deyəsən bir balaca yorulmuşdular. Nə olub ay Zəkkiyə? Güllübəyim xala mətbəxə gələn kimi soruşdu. Zəkkiyə xala qazana tərəf baxıb öz başına 2 əlli bir qapaz ilişdirəndən sonra dedi. Düyünü ötürmüşəm. Zəkkiyə xala bir sifəti düşmüşdü ki, bıy səni əkəni görüm dərin gedəydi. Güllübəyim xala qazanın qapağını götürdü. Ağız bu özbək plov oldu ki, öz aləmində təskinlik verdi. Tez ol, ana qurban, tez ol. Zəkkiyə xala gəlinini tələsdirirdi. 2 dəqiqəyə qutarıram. Bah, bah, Zəkkiyə xala əlini dizinə çırpdı. Day özünü öldürmə, bu saat gəlib tökülmədilər ki. Güllübəyim xala onu acıqlandı. Azlıqdan zaddan gəlirlər bəyəm. Bu 2 daşın arasında Zəkkiyə xala elə gəldi ki, Güllübəyim çöhrənin qohumları haqqında biraz yumşaq danışmalıydı. İndidən özünü onların qabağında belə yumşaq göstərməginən. Güllübəyim xala əlavəsini elədi və Zəkkiyə xala bu dəfə dilini dişi ilə tutub özünü güclə saxladı. Zəkkiyə xala plovu dəmə qoydu.
Elçilərin gələcəyi vaxtdan 2 saat keçmişdi. Dünya gömmüş Fərhad kişi dedi: "Əhməd, bir eyvana çıxaq." Eyvana çıxıb qapını örtən kimi Fərhad kişi yavaşca ona dedi: "Nə olub ay oğul? Elə bir təhərsiniz, ey?" Elçilər gecikir. Yaxşı. Fərhad kişi də özündən asılı olmayaraq yola tərəf baxdı. Yaxşı, onlar saat neçədə gəlməli idilər ki? Əhməd qolundakı saata baxdı. Elə bil ondan vaxtı soruşurdular. Saat 6-da gəlməli idilər. Fərhad kişi də öz saatına baxdı. İndi saat 8-dir. 9-u işləyib. Qaşlarını çatdı. Sonra gözləmək lazımdır dedi. Bəlkə bir hadisə zad baş verib. Nə bilim ay Fərhad əmi, başım çıxmır. Zəkiyə xala da mətbəxdə plov dəmləyirdi. İndi burada oturanları ən çox bir şey maraqlandırırdı. Görəsən bu oğlan kimdir? Zəkiyə xala tək qalmışdı. O oturub ayaqlarını sandığın böyründən sallamışdı. Sandığın qabağına yazılmış sözlər indi daha aydın oxunurdu. Çöhrə, toyunuz mübarək. Zəkiyə xala ağlayırdı. Onun göz yaşları biraz irəli çıxmış sinəsinə tökülürdü. Sinəsini yandırırdı. Zəkiyə xala yanırdı. Gecə ağır-ağır keçirdi. Bayırda güclü külək əsirdi və bu güclü külək bu gecəni götürüb apara bilmirdi. Zəkiyə xalanın içində tufan qopmuşdu. O ağı demək istəyirdi. Dili gəlmədi. Dedi: "Dağlardan aşdım, xoya qoymadılar. Bəzəndim gəldim, toya qoymadılar." Zəkiyə xala əllərinin arxası ilə gözünün yaşını sildi. Göz yaşları bumbuz idi. O ayağa durdu. Qapını açıb aşağı düşdü. Yampörtü həyətdəki telefon köşkünə girdi. Ovcunun içindəki kağızı açıb oradakı telefon nömrəsini yığdı. Alo. Zəkiyə xala bir an özünü itirsə də bu sözləri deyə bildi. Bəs niyə gəlmədiniz? Zəkiyə bacı sənsən? Hə. Bilirsiniz, 3 gün bundan qabaq Moskvadan qonağımız gəlmişdi. Bizim bu uşaq onun qızını qaçırıb. Sən Allah bağışlayın. Zəkiyə xala demədi ki, bəs niyə xəbər göndərməmisiniz? Niyə bizi biabır elədiniz? Ancaq onu deyə bildi. Neynək? Allah bağışlasın. Dəstəyi asdı və bilmədi ki, belə namərdliyi Allah bağışlayacaq, yoxsa yox. Bilmədi. Liftin düyməsini bastdı. Gec idi, lift işləmirdi. Ağır adam ağır-ağır pillələri qalxmağa başladı. O 2-ci mərtəbəyə qədər qalxıb dayandı. Ürəyi ağzına gəlirdi. Hələ irəlidə 3 mərtəbə vardı. Zəkiyə xala özünə söz verdi ki, bu xəbəri öz ürəyində sir kimi saxlasın. Çöhrədən gizlətsin. Ancaq Zəkiyə xala özünə belə söz verəndə bir şeyi fikirləşib dəqiqləşdirməmişdi ki, bəs bu məsələni çöhrədən nə qədər gizlədəcək? Heç bu fikir onun ağlına gəlməmişdi. Hələlik belə fikirləşirdi. Bəs qohum qonşuya nə cavab verəcəm ay Allah? Əgər qonşulardan qəsdən soruşan olsa ki, ay Zəkiyə, bəs nə oldu? Çöhrəni niyə ərə vermədiniz? Onda deməli, dünyanın axırıdır. Bizim xəbərimiz yoxdur. Zəkiyə xala pillələri qalxa-qalxa fikirləşirdi ki, birdən Əhməd qabağına çıxıb soruşsa ki, ay bacı, hardan gəlirsən? Ona nə cavab verərəm? Zəkiyə xala yavaş-yavaş da olsa tələsirdi. Zəkiyə xala çox şeyləri fikirləşirdi və fikirləşdiklərinin heç birisini bir tərəfə çıxara bilmirdi. Hamısı yarımçıq qalırdı. Zəkiyə xala bu günü də qarğıdı. Allah daş dök bu günə, Allah. Allah yatmışdı. Sonra biz nişanlandıq. Atam toya qədər bizim görüşməyimizə mənə qadağan eləmişdi. Ümumiyyətlə, belə şeylərə pis baxırdı. Anam bu barədə yaxşı idi. Yaxşı deyəndə ki, gözünü şəhərdə açıb, özü də 8 il Parisdə yaşayıblar. Babam diplomat olub. Anam həmişə atama deyirdi ki, sən əvvəl-axır bizi biabır eləyəcəksən. Belə olmaz filan. Atam isə çox vaxt susardı. Arvadını yaxşı tanıyırdı. Bilirdi ki, onu inandırmaq hələm-hələm adamın işi deyil. Bir-iki dəfə ona inandırmaq istəmişdi ki, düz eləyir. Ancaq bir şey çıxmamışdı. Bir dəfə yenə onlar mübahisə eləyəndə anam eyvana çıxıb öz-özünə dedi ki, kəndin avarası. Atam haqqında deyirdi. Bu sözləri qulağımla eşitdim. Anamdan ürəyim sındı.
Ancaq anadır da, neyniyəsən? Yaxşı ki, atam eşitmədi, yoxsa dünyanı dağıdardı. Neyniyərdi? İnan ki, anamı boşayardı. Bəs babangildən qorxmurdu? Atam qorxmaz adam idi, rəhmətlik. Gözü yaşardı. Tez də özünü ələ alıb davam elədi. Hə, nişanlandığımız vaxtdan bir ay keçmişdi. Onunla ancaq telefonla danışırdıq. Bir-iki dəfə də məni konservatoriyadan evimizə ötürmüşdü. Ancaq xəlvət. Onlar tərəfdə söz-söhbət gedirdi. Yəqin ki, atamın geri qalmış adam olması barədə. Bir gün onun atası atama zəng vurdu. Hal-əhval tutandan sonra dedi ki, heç bilirsən hansı əsrdə yaşayırıq? Atam da dedi ki, bilirəm, 20-ci əsrdə. Sonra o nə dedisə, atam cavab verdi ki, məyər 20-ci əsrdə yaşayanlar verdiyi sözə, bağladığı şərtə əməl etməməlidirlər? Atam demək istəyirdi ki, şərtimiz belə olub. Anama elə gəlirdi ki, atam sadəcə tərslik eləyir. Anam bilmirdi ki, bu tərslik deyil, xasiyyətdir. Mən atamı yaxşı tanıyırdım. Neçə il bir yerdə yaşasalar da, anam atamı yaxşı tanımırdı. Onun dilini tapa bilmirdi. Məni də qoymurdu. Atam yaxşı adam idi. Ağır xasiyyəti vardı. Anamın qohumlarının çoxusu onun xoşuna gəlmirdi. Onların hərəkətləri atama yüngüllük kimi, arsızlıq kimi gəlirdi. Ancaq atam da dözümlü adam idi. Heç vaxt ürəyindəki bu fikirləri büruzə verməzdi. Bircə mən bilirdim. Hətta bir dəfə atam məclisdə onları işarə eləyib mənə göz vurdu. Mən başa düşdüm. Bir şeyi də başa düşdüm ki, atam elə bil təkdir. Ona yazığım gəldi. Qonaqlar gedəndən sonra atama dedim ki, dünyada hamıdan çox səni istəyirəm. O məni qucaqlayıb sinəsinə sıxdı. Saçlarımı sığalayıb gözlərimdən öpəndə gördüm ki, gözləri dolub. Mən pis olan kimi güc bəla ilə gülümsədi. Sağ ol qızım dedi. O gecə atamla xeyli söhbət elədik. Ürəyində nə vardısa hamısını mənə açdı, dedi. Hiss elədim ki, atam ancaq mənim xatirimə yaşayır. Orasını da deyim ki, təzə qohumlarımızdan atamın xəbəri yox idi. Hamısını anamla dayım düzüb qoşmuşdular. Oğlan tərəf böyük nəsildilər, arxalıdılar. Oğlanın anası birinci dəfə bizə gəlib anamla söhbət eləyəndə demişdi ki, nəslimizin tarixi 14-cü əsrdən başlayır. Bu söhbət anama bərk ləzzət vermişdi. Söz düşəndə mənə deyirdi ki, antikvar nəsildəndilər qızım. Bizimkilər ancaq elə adamlarla tutar. Onda mən anama dedim ki, bəyəm bizim nəslimiz də qədimdir. Anam dedi ki, bizim nəslin tarixi lap 13-cü əsrdəndir. Familiyamızı görmürsən? Azərbaycanda bir familiyadır. Əfsələddinov. İkinci belə familiyaya rast gəlməzsən. Bizim əslimiz Şamaxlıdır. Mən qəsdən soruşdum. Bəs atamgil? Anam ağzını büzüb dedi. Atamgil çarığından dünən çıxardıb qızım. İstehza ilə dedi. Bəs onda? Anam sözümü kəsdi. Hə, deyəcəksən ki, bəs onda niyə ona ərə getmişəm? Bir an dayandı. Ağlım olmayıb dedi. Bu söz mənə bərk toxundu. Bir yandan da atamın gözləri gəldi durdu gözümün qabağında. Anama dedim. Utanmırsan? Elə bunu dediyimi gördüm. Anam bir oyun çıxartdı ki, gəl görəsən. Sonra da ürəyə getdi. Həkim zat gəldi, iynə vurdular. Əllərini ovdular. Özünə gəldi. Mən ömrümdə anama elə söz deməmişdim. Heç anam da ömründə atamgilin nəsli haqqında elə söz danışmamışdı. Biraz özümü danladım. Çox götür-qoy eləyəndən sonra bu qərara gəldim ki, haqlı olsam da anamdan üzr istəyim. Ondan üzr istədim. Ancaq o məni bağışlamadı. Xeyli küslü qaldıq. Atam nə isə hiss eləmişdi. Ancaq özünü o yerə qoymurdu. Məndən bir söz soruşmağa da ürək eləmirdi. Deyəsən dalağı sancmışdı. Hiss eləyirdim ki, bərk əzab çəkir. Bir gün istədim ki, hər şeyi açıb atama danışam. Ancaq qorxdum. Bir tərəfdən də atama yazığım gəldi. Sən atamı görməmisən. İri gözləri, geniş, açıq alnı vardı. Çox qəşəng kişi olub. Elə anam deyəsən, nəsillərinin adını ona görə batırıb ki, atam həddindən artıq qəşəng olub. Özü də atamın kişi qəşəngliyi olub. Mən bunu sonralar anamın cavan vaxtı atama yazdığı məktublarından biri əlimə keçəndən sonra bildim. Məktubu oxuyub qutarandan sonra ancaq bu qərara gəldim ki, anam atamdan ötürü ölürmüş. Ancaq o vaxtdan neçə il keçib. İndi də mənim üçün bir məsələ qaranlıq qalıb ki, adam istədiyi adam haqqında necə olur ki, hər sözü danışa bilir. Daha doğrusu, necə olur ki, bir adam əvvəlcə istəyəsən, özü də necə istəyəsən, sonra da onu bəyənməyəsən. Ümumiyyətlə, dünyada ən dəhşətli şey
Adamın adamı bəyənməməyidir. Adam binanı bəyənməyə bilər. Adam maşını bəyənməyə bilər. Axı necə ola bilər ki, adam adamı bəyənməsin? Özü də necə deyərlər yaxın adamı, bir yastığa baş qoyduğu adamı. Onun səsi titrədi, boğazı qurudu, udqundu. Bir an susduqdan sonra dedi: "Düz demirəm?" "Düzdür." "Hə, səhər üçümüz də tələm-tələsik evdən çıxdıq. Axşam çox vaxtlar bir yerdə şam eləyirdik. Sakit, dinməz söyləməz. Süfrə yığışan kimi atam da, mən də otaqlarımıza çəkilirdik. Mən kitab oxuyurdum, atam yazı pozu ilə məşğul olurdu. Anam da qap-qacağı dıngıldadıb qutarandan sonra televizorun qabağında otururdu. Hərə özü üçün. O vaxt çox kitab oxuyurdum. Oxumadığım kitab qalmamışdı. Elə indi də oxuyuram. Ancaq o qədər yox. Yorulmuşam elə bil. Mən kitaba çox bağlıyam. Mənim əsl həyatım kitab olub. Çünki oxuduğum kitabların əksəriyyətində necə deyərlər, axırda xeyir şərə qalib gəlirdi. Bundan zövq alırdım. Burasını da deyim ki, xeyrin şərə qalib gəlməyinə həyatdan daha çox kitablarda rast gəlirdim. Elə kitablarda da axtarırdım. Kitabın ədaləti dünyankindən çoxdur. Belə olmasaydı, anam atam haqqında ömründə elə söz danışmazdı. Həm də bu kitablar adamı elə bil həyatdan bir qədər uzaqlaşdırır və günlərin bir günü həyatda əsl çətinliyə rast gələndə, onu kitabdakı kimi asan həll eləyə bilməyəndə qalırsan belə. Düz demirəm? Düzdür. Evimiz soyumuşdu. Nişanlım olduğu yadıma düşmürdü. Anamla atam danışmırdı. Sən demə, mən bunu sonralar bilmişəm. Anam atamgilin nəsli haqqında söhbət eləyəndə atam eşidibmiş və mən bunu da sonralar bildim ki, atam anamla yaşaya-yaşaya, mən boyda qızı ola-ola özünü həmişə tənha hiss eləyib. Bunun səbəbi dayılarımın həmişə atama ağız büzmələri olub. Düzdür, dayılarım atama üzünə qarşı ağız büzə bilməzdilər. Həmişə arxasınca. Lakin atam həmişə bunu hiss eləyib. Arada mən boyda doğmaları ola-ola yadlaşmağa başlayıblar ki, bu da əsl dəhşətdir. Səsi eyni ilə bayaqki kimi titrəyib qırıldı. Düz demirəm? Düzdür. Onların səsi bir-birinə oxşadı. Bəs onlar nə deyirdilər? Niyə atana elə ağız büzürdülər? Nə bilim, hər dəfə bir cür. Gah deyirdilər ki, əfəldir, gah deyirdilər ki, zəmanənin nəbzini tuta bilmir, gah da deyirdilər ki, fanatikdir. Sən demə, atam anamın axırıncı söhbətini eşidəndə doyubmuş. Yazıq atam. Onun səsi yenə qırıldı. Sonra onun səsi qırıq-qırıq olanda kişi barmaqları onun saçlarının arasında gəzdi. Elə bir nəyi axtarırdı. O özünü ələ alıb dedi: "Baş ağrısı vermirəm ki." Yox. Bir gün də evdə oturmuşduq. Anası zəng vurub mənə dedi ki, eşitmişik ki, simfonik konserti xoşlayırsan. 2 bilet güclə tapmışam. Atandan icazə al, gedin konsertə. Mərd-mərdanə atamın yanına gəldim. Xahiş elədim. Atam dedi ki, get. Bu bizim axırıncı görüşümüz oldu. Necə? Qulaq as. Konsertə getdik. Təxminən yarım saatdan sonra hiss elədim ki, yan yörəmizdə oturanlar elə bil ki, mənə baxırlar. Əvvəlcə heç nə başa düşə bilmədim. Hiss elədim ki, yenə baxırlar. Bu dəfə mən çönüb ona baxanda nə görsəm yaxşıdır. Gördüm ki, ədəb-ərkanla yatıb. Qızardım. Dirsəyimlə yavaşca onu oyatmaq istədim. Bir şey çıxmadı. Antrakta qədər bu vəziyyət davam elədi. Mənim vəziyyətimi təsəvvürünə gətirirsən də? Hə, antrakta onu oyatdım. Elə bildim ki, hamı mənə baxır. Hamının baxışları altında filarmoniyadan çıxdıq. Ona dedim ki, özümü pis hiss eləyirəm. Evimizə qədər məni ötürdü. Xudafizləşəndə üzüyü çıxarıb ovcuna bastım. Birbaşa yuxarı qaçdım. Pəncərədən baxdım, gördüm hələ dayanıb. Ona çatmamışdı, mat qalmışdı. Birazdan bir də pəncərədən baxanda gördüm ki, çıxıb gedib. Anam dayımgilə getmişdi. Atam evdə tək idi. Hər şeyi ona danışdım. Atam axıra kimi diqqətlə, səbirlə qulaq asıb dedi ki, qorxma qızım, möhkəm ol. Atam özünü elə aparırdı ki, güya heç nə olmayıb. Ancaq o bilirsən nələr çəkirdi. 10-15 gün evimizdə dava mərək oldu. Ancaq mən öz fikrimdən dönmədim. İstəsəydim də dönə bilməzdim. Dayılarımın ayağı evimizdən kəsildi. Nişanı qaytarmışdıq. Konservatoriyadan soyumuşdum. Orada anamın təkidi ilə girmişdim.
10 gün olardı ki dərsə getmirdim. Hər gün üçümüz də oturub şam eləyirdik. Süfrə yığışan kimi durub yenə öz otağıma getmək, yenə kitab oxumaq istəyirdim ki, atam əlimdən tutub məni oturtdu. Anamı da çağırdı. Mən sevindim ki, barışdılar. Atam anama dedi: "Nurangiz, özünü mənim yanımda günahkar hesab eləyirsənmi?" "Yox," anam dedi. "Günahın olsa məndən üzr istəyərsənmi?" "Heç vaxt Rüfət Muradoviç." Anam çox təkəbbürlü qadındır. Özünü həmişə bütün məclislərdə kraliça kimi aparmışdı. Atamın bu sualından sonra gördüm ki, anamın üzünün əzələləri tərpənir. Anam ona dedi: "Özünüz bilərsiniz Nurəngiz Nuriyevna." Vəssalam. Düz bir aydan sonra anamla atam boşandı. 3 gündən sonra isə atam qucağımda keçindi. Dayılarımı atamın üstünə qoymadım. Atamı dəfn eləyib geri qayıtdıq. 40-ı çıxana qədər onun ölümünə inanmadım. Hamı çıxıb gedəndən sonra anamla ikimiz qalanda gördüm ki, atam yoxdur. Anama yazığım gəldi. Ona heç nə demədim. Otağıma çəkilib səhərə qədər ağladım. Atam mənim üçün o gecə ölmüşdü. Atamgil 5 qardaş olublar. Əmilərim davadan qayıtmayıb. Kənddə bircə nənəm qalmışdı. Atamın 40-ından sonra kəndə getdim. Nənəmin elə bil ki, kölgəsi qalmışdı. Əvvəlcə ürəyim gəlmədi atamın ölümünü nənəmə xəbər verim. Ancaq sonra elə ağlayırdı ki, elə bir gülürdü. İndi də nənəmin sifəti gözümün qabağına gələndə dəhşətə gəlirəm. Ağır dərdidir. Oğlun ölə, sən də qoca vaxtında ağlamaq istəyəsən, sənin də ağlamağın gülməyə oxşaya. Bir həftə nənəmin yanında qaldım. Bir səhər durub Bakıya qayıtmaq istəyirdim. Nənəmə sabahın xeyir dedim. Evdən bayıra çıxdım. Əl üzümü yuyub qaydana qədər gördüm ki, nənəm də keçinib. Nənəmi yerdən götürdü. Anama qəsdən xəbər vermədim. İstəmədim. İndi də atamgilin yurdu kəndimizdə durur. Uçub dağılır. Keçən il getmişdim. Vahimə adamı basır. Ev uçuq sökük vəziyyətdədir. Nəysə, sonra da sənə rast gəldim. Sənə rast gəlməsəydim, indi bəlkə də mən də yox idim. Araya uzun bir sükut çöktü və onların hərəsi qaldı sükutun bir başında. İndi anan hardadır? Atamın ilindən sonra anam bir polkovnik ərə getdi. Bakıda yaşayırlar, Moskvada. Uşaqları var? Yox, anam uşaq istəmir. Atam istəyirmiş ki, çoxlu uşaqları olsun. Anam heç mənə də razı deyilmiş. Uzun minnətdən sonra mən olmuşam. Atam olmasaydı, bəlkə də yox idim. Zəng zad eləyirsən? Sən zəng eləyərdin? O bayaqki kövrək səsi ilə soruşdu. Mən? Hə, bilmirəm. Zəng eləmirəm. Məktub da yazmıram. Bir-iki dəfə bayramımı təbrik elədi. Mən cavab vermədim. Bəs sən nə ilə dolanmısan? Atamdan qalan pulların hamısını mənə vermişdi anam. Atamın böyük bir məktubu qalır. Ölümündən qabaq mənə yazıb. Verərəm oxuyarsan. Adam o məktubu oxuyanda qorxur. O məktubu tək oxumaq olmur. Gərək yanında bir adam da ola. Sonra konservatoriyanı da atdım. İşləmək istədim. Məni neft daşlarında kitabxanaçı götürməyə söz verdilər. Ancaq düzəlmədi. Sonra mən də həvəsdən düşdüm. Məni işi düzəldərsən? Düzəldərəm. Deməli sənin danışdıqların, indiyə qədər nə danışmışamsa hamısı yalandır. Əsl həqiqət bu gecə dediklərimdir. Sonra özün görəcəksən. Dünyada 2 adamı istəmişəm. Biri atam, biri də sən. Kişi kimi də təkcə sənin nəfəsini. Tariyə Rufanı qucaqlayıb kövrəldi. Rufanın gözləri yan-yana bitmiş bir cüt lalə idi. Tariyel mat qalmışdı. Səhər Tariyel işə gecikdi. İşdən çıxan kimi birbaş evə gəldi. Qapını açıb içəri girəndə jurnal stolunun üstündə bir dəstə qərəfil görüb təəccübləndi. Rufa mətbəxdən çıxıb gələndə Tariyelin təəccübləndiyini görüb dedi. Bugün atamın anadan olan günüdür. Tariyel irəli gəldi. Sevinclə Rufanı qucaqlayıb saçlarını sığalladı. Rufa dedi: "Acmısan?" "Elə." Tariyel əlini əlinə sürtdü. "Günorta da heç nə yeməmişəm." "Niyə?" "Vaxt olur ki." "Yaxşı, axırıncı dəfə olsun, xörəyimiz hazırdır." Onlar stol arxasına keçdilər. Tariyel əlindəki bıçaqla kotleti kəsə-kəsə dedi. "Bizim polkovnikin qanı bugün elə qaraydı ki, bıçaq vursan qanı çıxmazdı." Rufa badamlıdan bir qurtum içəndən sonra soruşdu.
Niyə? Yuxarı çağırmışdılar. Taryer çeçədi. Rufa durub onun kürəyinə bir-iki zərif qadın yumruğu ilişdirdi. Hamısı sənin dedi. Əgər onun qanını qaraldıblarsa, deməli o da öz növbəsində sizin başınızı sığallayacaq. Ən çox da mənim. Yəqin ki, Çankonun məktubunu verdin. Verdim. General bilirsən ona nə deyib? Nə deyib? Rufa gözlərini qaldırıb Taryelə baxdı. Deyib ki, ya Çanko, ya da partbilet. İkisindən birini gətirməlisən. Əla kat etdi. Rufa gülümsədi. Taryer əllərini sinib ayağa qalxdı. Bir dəstə qərənfilə tərəf baxıb dedi. Mən hazır, gedək? Gedək. Onlar qəbirstanlığa gələndə gün təzəcə batmışdı. Hələ qızartısı duyulurdu. Bu şəhərin, qəbirstanlığın sakitliyinə söz ola bilməzdi. Adama elə gəlirdi ki, bu şəhərin sakitliyi dünyanın bütün böyük şəhərlərinin səs-küyünü uda bilər və belə fikirləşdikcə adamı dəhşət götürürdü. Əmi, bizimlə gedək, Rufa dedi. Rufanın əmi dediyi bu adam molla idi. Qəbrin ayaq tərəfində dayanıb, qoltuq cibindən çıxardığı qara cildli kitabını açdı. Bir nəfəsə Quran oxudu. 5 manatını alıb getdi. Molla gedən kimi şəhərin bayaqki sükutu öz yerini aldı. Rufa qərənfilləri açıb atasının qəbrinə düzməzdən əvvəl Taryer köhnə qərənfilləri götürüb bir kənara qoydu. Rufa qərənfilləri düzə-düzə dedi. Bilmirəm kimdir. İldə bir neçə dəfə gəlib atamın qəbrinin üstünə qərənfil gətirir. Keçən dəfə gələndə də gördüm ki, kimsə atamın qəbrinin yanından keçdi. Mən gəlib çatanda təzə-təzə qərənfillər gördüm. Gec də olsa o qadının dalınca gedib onun kim olduğunu soruşmaq istədim. Mən çatana qədər o ağ bir maşına oturub getdi. Özü sürürdü. Maşının nömrəsini götürmədin? Taryel maraqla soruşdu. Yox, ağlıma gəlmədi. Taryeli maraq götürdü. Eybi yox, nə vaxtsa burada qarşılaşarıq. Axırıncı dəfə o gördü ki, sən bu qəbrin üstünə gəlirsən. Bilmirəm, deyəsən hiss elədi. Nə bilim, keçən dəfə yaman girəvə düşmüşdü. Qəfildən oldu, çaşdım, sonra da gec oldu, gecikdim. Elə görüşmək istəyərdim ki onunla. Sən bilən kim olar, hə? Rufa gözlərini Taryelə zillədi. Görəndə ki, Taryel ilk dəfə onun qabağında belə köməksiz, aciz dayanıb, ürəyində ona haqq qazandırdı. Hardan bilsin axı Taryel? Sonra da onun qoluna girib dedi. Gedək, necə istəyirsən. Qəbirlərin arasıyla keçib bu sakit şəhərin darvazasından çıxan kimi əsl şəhərin səs-küyü onları apardı. Yolda bir kəlmə də kəsmədilər. Şər qarışan vaxtı idi. Deyəsən Rufanın əhvalı bərk qarışmışdı. Taryel hiss eləyirdi ki, o özündə deyil. Gözünü ondan çəkmirdi. Rufa ağır-ağır addımlayırdı. Düz irəliyə baxırdı və Taryelin ondan gözünü çəkmədiyini güclə hiss eləyirdi. Maşını saxla, Rufa dedi. Məni öz evimizə apar. Taryel bir an çaşdı. Onlar maşına mindilər. Rufa başını Taryelin çiynindən, kirayə tutduğu mənzilin yerləşdiyi həyətin iri, dəmir darvazasının qabağında taksi dayananda götürdü. Darvazanın dəmir marmaqlıqları Rufanın baxışlarını paralel şəkildə bir neçə yerə bölən kimi dedi. Öz evimizə. Taryel gözlərini döydü. Rufa ortalığa dedi. İnşaatçılar prospektinə. Onlar taksidən düşüb yavaş-yavaş 3-cü mərtəbəyə çıxdılar. Sol tərəfdəki dəmir qapının ağzında dayandılar. Rufa çiyin sumkasından bir neçə iri, qaralmış açar çıxarıb qapını açmaq istəyəndə rəngi ağappaq idi. Bu qapını axırıncı dəfə anam bağlayıb. Görək aça biləcəmmi? Taryel istədi desin ki, açarı ver özüm açım. Ancaq demədi. Ona elə gəldi ki, anasından sonra bu qapını birinci dəfə açmaq ancaq Rufanın ixtiyarındadır. Rufa bir neçə saniyə açıq qapı ilə üzbəüz dayandı. Dəhlizdəki köhnə qaranlıqdan keçib nisbətən işıqlı otağa keçdilər. Rufa qeyri-iradi işığı yandırmaq istədi. Əlini divara atdı. Çık-çık, çık-çık. İşıq nə gəzirdi? İşıq elə sönməmişdi ki. Rufa eyvana açılan qapının dəstəyini vurdu. Onlar eyvana çıxdılar. 4 ildir ki, bura insan ayağı dəymir. Taryel dinmədi. Rufa dindi. Burada darıxırsan? Niyə ki, Taryel gülümsədi. Darıxmıram. Mən darıxıram, Rufa dedi. 4 il bundan əvvəl mənzildə ağzı bağlı qalan hava da sevindi.
Eyvanın qapısından çıxdı. Oradan da kainata qarışıb təmizləndi. Rufa eyvandan dənizə, şəhərə tamaşa eləməyi uşaq vaxtı çox xoşlayırdı. O saatlarla oturub tamaşa eləyərdi. Ya atası, ya anası onu çağırmayınca içəri keçməzdi. İndi də Rufa xeyli vaxtdır ki, eyvanda durub şəhərə, dənizə tamaşa eləyirdi. İndi heç kəs içəridən Rufanı çağırmadı. Rufa bilirdi ki, heç kəs onu çağırmayacaq. Amma gözləyirdi və inanırdı ki, onu çağıracaqlar. Çağırmasalar da gətirib çininə bir şey atacaqlar ki, soyuqdur. Gedim mantyor çağırım, Taryel soruşdu. Hə, Rufa əvvəlcə belə dedi və Taryel getmək istəyəndə soruşdu. Bəs mən tək qalım? Getmə, üşənirəm, qorxuram tək. Rufa öz evlərində uşaq vaxtı elə sonralar da o qədər tək qalmışdı ki, heç vaxt qorxmamışdı. Onlar içəri girib eyvanın qapısını örtdülər. Araya qaranlıq bir sükut çökdü və bu sükut o tərk olunmuş şəhərin sükutuna yaman oxşadı. Taryel alışqanını yandıran kimi bu qaranlıq sükutun gözləri qamaşdı. Aha, otağa göz gəzdirən Rufa nə isə tapmış kimi sevindi və buna sevinmək də demək olmazdı. Bax, Taryel Rufa göstərən tərəfə baxdı. 2 addım atıb neft çırağını götürdü. Bir əli ilə şüşəsindən tutub silkələdi. İçində neft var dedi, yandıraq. Rufanın yadına düşdü ki, bu çırağı axırıncı dəfə atasının üstündə yandırıblar. Ver bura. Taryel çırağı stolun üstünə qoydu. Kibrit yoxdur, soruşdu və o saat dərk elədi ki, alışqan var. Rufa çırağın şüşəsini çıxartdı. Alışqanı Taryeldən alıb piltəyə tutdu. Çıraq yanmadı. Alışqanı söndürüb Taryelə verdi. İndi sən yandır dedi və çırağın vuracağını burdu. Pilətəni yuxarı qaldırdı. Onun ucunu təmizlədi. İndi görüm, dedi. Rufa çırağı yandırdı. İndi sən get mantyor çağır. Tay qorxmaram. Sənə zəhmət olmaz ki. Sən nə danışırsan Rufa? Taryel tez tələsik çıxdı. Rufa çırağı götürüb əvvəlcə öz otağına keçdi. Çıraq Rufanın otağını elə zəif işıqlandırırdı ki, elə bil onun işığından kəsib o biri işıqlara da paylamışdılar. Rufa əvvəlcə kitablarına baxdı. Hamısı yerində idi. Ancaq öz şəkli, portreti gözünə dəymədi. İlk baxışdan buna əhəmiyyət vermədi. Sonra güldandakı gülü gördü. Gül qupquru qurumuşdu. Ancaq nə qədər qurusa da gül olduğu bilinirdi. Gülün ancaq bir-iki yarpağı və budağı qalmışdı. Rufa qeyri-iradi güldanı götürəndə güldanın altı boyda ağappaq bir dairəni gördü. Əvvəlcə heç nə başa düşmədi. Sonra gördü ki, kağızdır. Kağızın dairə kimi ağ yerində yazılmışdı. Rufaya tanıdı. Anasının xətti idi. Açıb oxudu. Əzizim Rufa, nə vaxt qayıtsan öz evindir. Orderi də sənin adına keçirtmişəm. Atanın yazı stolunda yuxarıdan birinci siriməsindədir. Evdən ancaq öz paltarlarımı götürmüşəm. Nifrət eləmə, əziz balam. Sənin atanı heç vaxt istəməmişəm. Rufanın anası bu cümləni fransızca yazmışdı ki, birdən məktub başqa adamın əlinə keçər. 40 yaşım var. Ömür boyu oturub yaz saxlayası deyiləm ki. Bu mənasız şeydir. Öpürəm, mama, bağışla, tələsirik. Çao. Çao mama, çao. Rufa özündən asılı olmayaraq dedi və ona elə gələndə ki, bir də anası ilə görüşməyəcək, bədəni bir an buza döndü. Gözlərində bitən qoşa lalədən bir cüt şey yanağı ilə dığırlanıb düşdü. Rufa burnunu çəkdi. Sağ əlinin arxası ilə gözünün yaşını sildi. Ah, dedi və ona deyən olmadı ki, ahın dağlara. Rufa anasının məktubunu sumkasına qoydu. Gəlib Rayalın yanında durdu. İstədi qapağını qaldırsın. Qaldırmadı və Rayalın üstündəki zaçot kitabçasını açdı. Vaxtı ilə aldığı qiymətlərə baxdı. Müəllimlərini yadına saldı. Sonra zaçot kitabçasını öz yerinə atdı. Atdığı yerdən toz qalxdı. Rufa özünü çevirdi. Royalı ona konservatoriyaya girməsi münasibəti ilə dayısı almışdı. Əgər bu royal tək əllə götürüləsi yüngül bir şey olsaydı, məsələn külqabı kimi, Rufa bu saat onu götürüb bayıra tullayardı. Kitabların içindən göy cildli ən sevimli kitabını axtarıb tapdı. Cildin üstünü oxudu. Mapassan, Жизнь, Milый друг.
Kitabı elə belə vərəqlədi. Sonra aparıb öz yerinə qoydu. O telefonun dəstəyini götürüb qulağına tutdu. Bayaqkı sükut. Yadına atası ilə dənizə getdiyi günlər düşdü. Rufa axtarıb balıq qulağı tapardı. Evə gələndə onu qulağına tutardı. Telefon kimi. İri gözlərini döyə-döyə deyərdi. Ata bax, dəniz qıжıldayır. Dəniz, dəniz. Atası balıq qulağını ondan alıb qulağına tutardı. Qıжıldayır, qıжıldayır, qızım bax, gülə-gülə deyərdi. İndi Rufagilin telefonu balıq qulağı qədər də olmadı. Rufa rayalın üstündəki iri balıq qulağını götürdü. Ağzına qədər tozla dolmuşdu, bərkimişdi. Bu balıq qulağı elə dolmuşdu ki, bəzi güləşçilərin qulağına oxşuyurdu. Rufa balıq qulağını da öz yerinə qoydu. Qayıdıb üstündə bir qalaq not yığılmış stolun siyirtməsini çəkdi və indicə yadına düşdü ki, onun maqnitofonu olub. Maqnitofonu götürüb düyməsinə basdı. Bayaqkı sükut. Maqnitofonu öz yerinə qoydu. Çırağı götürdü. Öz otağından dəhlizə çıxdı ki, atasının otağına getsin. Dəhlizdə ayaq saxladı. Burada qoyulmuş, hündürlüyü 2 metrdən az olan saatın səsi çıxmırdı. Rufa qulağını saata söykədi. Elə bir qol saatının işləyib işləmədiyini yoxlayırdı. Sonra kənara çəkilib saata baxdı. Saat 7 idi. Qeyri-iradi qolundakı saata baxdı. Saat düz 7 idi. Hələlik hər şeydən çox saatin dayanması Rufaya təsir eləmişdi. Özü də bilmirdi niyə. Saat 4 il bundan əvvəl dayanmışdı. Özü dayanmışdı. 4 il bu evin saatı işləməmişdi. 4 il bu saat dünyanın, zamanın, vaxtın hesabını aparmamışdı. 4 il bu evin saatı işləməmişdi. İşlədən olsa işləyərdi. Rufa atasının otağına keçdi və ona elə gəldi ki, dünyada ən bədbəxt ev saatı işləməyən evdir. Onu da fikirləşdi. Görəsən niyə küçədəki böyük saatlardan qəbirstanlıqlarda asmırlar? Və bu ani fikir tez uçub getdi. Rufa bayaqdan bəri bu evdə bircə səs eşitdi. Atasının otağının qapısını açanda qapı elə cırıldadı ki, qorxdu və az qaldı əlindəki çırağı yerə salsın. Bu qapı əvvəllər heç vaxt belə səs çıxarmamışdı. Heç qapı cırıltısına oxşamırdı. Elə bir kinoda avtomatdan atəş açırdılar və bu güllələrin hamısı Rufanın beynindən, ürəyindən keçmişdi. Atasının divardakı şəklini görən kimi Rufa geri qayıtdı. Üşəndi. Qapı döyüldü. Bəlkə qonşusunun qapısıdır. Yox, elə Rufagilin qapısıdır. Qonşunun zəngi işləyir. Qapı bir də döyüldü. Tak tak, tak tak. Bu səs çox kal çıxırdı. Rufa qapını açan kimi əvvəlcə Taryel, sonra isə əli çamadanlı bir kişi içəri girdi. Montiyor çamadanı dizinin üstündə aça-aça dedi. Nə yaman soyuqdur. Elə bir burada heç adam zadı yaşamır. Suyu sovrulmuş dəyirmana oxşuyur. Ürəyində dedi bunu da. Onsuz da Rufa üşüyürdü. Montiyor xeyli oranı buranı qurtdalayandan sonra işıqlar yandı. Şübhəli ev eşiyə nəzər saldı. Sonra molla kimi 5 manatını alıb tüpürdü dabanına. Elə qapıdan çıxmaq istəyəndə Rufa dedi. Dayanın. Montiyor 40-45 yaşlarında dolu, enli kürək, iri gözləri olan bir kişi idi. O saat geri döndü və nədənsə üzünü Rufaya tutdu. Eşidirəm qızım. O 5 manatı qaytarın zəhmət olmasa. Baş üstə qızım. Montiyor döş cibindən beşliyi çıxardıb Rufaya uzatdı. Rufa dedi. Mənə yox, başı ilə Taryeli işarə elədi. Mən bu saat öz otağına getdi. Taryel biraz pərt olmuşdu. Geri qayıtdı. Bir onluğu Montiyora verib dedi. Bilirəm deyəcəksiniz ki, çoxdur. Ancaq xahiş eləyirəm, götürün. Bir an dayandı. 4 ildir bu evin işığı yanmırdı. Çox sağ olun. Səsi yenə titrədi. Taryel isə udqundu. Montiyor pulu cibinə qoyub dedi. Allah sizi xoşbəxt eləsin. Çönüb əvvəlcə Taryeli, sonra Rufanı süzdü. Rufa ilə Taryelin ilk xeyir duasını tanımadıqları bir adam verdi. Əgər bu doğrudan da belədirsə, onda onları ilk xeyir duanı bayaq qəbirstanlıqda Rufanın atası verib. Montiyor çıxan kimi Rufa Taryelə dedi, bu saatı qura bilərsən? Elə biri yalvara-yalvara soruşdu. Quraram, işləyər, ancaq açarı ver. Nə açar Rufa soruşdu və əvvəl qapının açarlarını xatırladı. Bir an sonra
Açar, saatın açarı, dedi. Hə, mən indi onu hardan tapım? Əllərinin ikisini də biraz qaldırıb aşağı salladı və gözlərini döyə-döyə dayan, dedi. Taryel irəli gedib saatın üstündən açarı götürmək istəyəndə, Rufo onun qolundan tutub dedi. Dayan, dedi, dayan. Dabanını qaldırıb, əlini koradan kimi saatın üstünə sürtə-sürtə, aha, açar, dedi və açarı götürüb o üzünə, bu üzünə baxdı. Gözlərini yumub qoxuladı, üzünə sürtdü, öpdü və Taryelə verdi. Taryel əvvəlcə açarı aldı. Saatın arxasını açandan sonra dedi. Bu saatdan bizdə də var. Atam girdə. Açarı Rufoya uzatdı. Di gəl özün qur. Gülümsədi. Rufo da gülümsüyüb açarı ondan aldı. Balaca vaxtı atası saatı quranda Rufo qaça-qaça onun yanına gələrdi. Açarı ver, saatı mən qurum. Atası açarı verirdi. Ancaq onun gücü çatmırdı. İndi Rufo böyümüşdü. O saatı qurdu. Səsi zamanın səsinə qarışdı. Elə bir saatla bərabər ev də başladı işləməyə. Taryel bu mənzili birinci dəfə görürdü. Taryel Rufodan gözünü çəkmirdi. Elə bil onu da birinci dəfə görürdü. Taryel heç vaxt Rufoya belə baxmamışdı. Söhbət məhəbbətdən də getmir. Taryel heç vaxt Rufanı belə görməmişdi. Tak, tak, tak. Ev də saat kimi işləməyə başlamışdı. Doğrudan, qapını Rufo açan kimi kimsə onun boynuna sarılıb öpməyə başladı. Ay mənim balam, xoş gəlmisən. Həmişə evində. Bıy ay bala, qadan alım. Nə qəşəngləşmisən bıy, sənə mən qurban olum. Rufanın səsi titrədi. Elə demə Arəstə xala. Yenə səsi qırıldı. Səs nə qədər qırılardı axı. Nə qədər. Ay Əhməd, gör kim gəlib. Ay Əhməd, ay Əhməd. Üzbəüz qapı açıldı. Əhməd dayı da gəldi. O da Rufanı körpə kimi bağrına bastı. Ərinin gözlərinin yaşardığını görən Arəstə xala təzədən qızışdı. Soyuyandan sonra dedi. Gedəyin evimizə qadan alım. Bayaqdan Əhmədə deyirəm ki, səs gəlir. Sonra Rufa dedi. Sonra gələrik. Arəstə xala Taryelin yanındaca utana-utana Rufadan soruşdu. Axı bu oğlanı tanımadım. Taryel dedi. Mən Rufanın əriyəm. Rufanın od qonşuları bu dəfə də Taryeli Rufa kimi qucaqlayıb öpdülər. Xoşbəxt olasınız, dedilər. O iki nəfər də onlara beləcə xeyir dua verdi. Rufa yerində dondu. Saat işləyirdi. Ev işləyirdi. Ev dəyirman kimi işləyirdi. Akif ofisdən çıxanda iş vaxtı qurtarmışdı. Saat 4 idi. Bəlkə yorulmuşdu. O bugün şefi ilə Şah Abbas məhəlləsinin tikilib qurtarmaqda olan bütün çoxmərtəbəli binalarını gəzib yerli mütəxəssislərlə, iş icraçıları ilə söhbət eləmiş, 2 dəfə İsfahana, bir dəfə də zavoda getmişdi. Sabah axşam isə 4 nəfər Sovet mütəxəssisi ilə Tehrana ezamiyyətə getməli idi. İsfahanın 20 kilometrliyində tikilən bu şəhərin adı Ariya şəhərdir. Yəni Ariya şəhəri. Axı farslar özlərini Ariyalı hesab eləyirlər. Ariya şəhərin bünövrəsini də Sovet mütəxəssisləri qoyublar. Bu şəhərdə İranda mərkəzləşmiş kanalizasiya sistemi olan ilk şəhər idi. Gözəldir, müasirdir. Elə bil ki, Ariya şəhərdə şərqlə qərbin memarlığı bir-birinə qovuşmuş, bir-biri ilə dil tapmış, bir-birini isitmişdi. Ariya şəhərin ətrafı bomboş, lüt dağlardı. Farslılar deyirdilər ki, bu dağların altı dəmirlə doludur. Ancaq bu hələ söz idi və heç kəs bu sözün ucundan tutub getmirdi. Hər gün iş qutaranda ofisin ətrafı qazan kimi qaynayırdı. Ariya şəhərdə yaşayanlar piyada, İsfahanda və İsfahan yolu boyu kəndlərdə yaşayanlar isə ofisin ətrafında onları gözləyən Mercedes avtobuslara əyləşib evlərinə gedirdilər və bütün bu səs-küy ən çox 10-15 dəqiqə çəkirdi. Sonra burada bir adam da qalmırdı. Hamı da tələsirdi və elə tələsirdi ki, güya ofisdən həmişəlik gedirlər və bir də qayıtmayacaqdılar. Bu ofis İranda ən böyük layihə mərkəzi hesab olunurdu və burada 80 nəfər Sovet mütəxəssis işləyirdi. Bu layihə mərkəzi yalnız Ariya şəhəri tikməklə məşğul deyildi. O həm də İranın bütün böyük şəhərlərinin sifarişlərini yerinə yetirirdi. Sovet mütəxəssislərinin rəhbəri Moskva Memarlıq Məktəbinin yetirməsi
Sergey Aleksandroviç Volkov idi. İran layihəçilərinə isə Federativ Almaniyada təhsil almış Fərasət Pənahi başçılıq edirdi. Ona əksər hallarda mühəndis Fərasət deyirdilər. 40 yaşı vardı. Volkovla həmyaşıd idilər. Mühəndis Fərasət ofisə girəndə və yaxud çıxanda uzun dəhlizdən keçib gedirdi və o dəhlizdən yox olana qədər istər mühəndis, istər fəhlə hərə öz yerində donurdu. O çıxıb gedəndə, yaxud öz otağına keçib oturandan sonra ofis əvvəlki qaydasına düşürdü. Burada belə qəbul olunub. Mühəndis Fərasətin xanımı almandır. Bir yerdə oxuyublar. 7 oğlanları var. Şərtləri belə olub. Mühəndis Fərasətin bir dəfə zarafatla dediyi kimi: "Dedim ki, mən şərtliyəm. Biz çox uşaq istəyirik. Əgər bacararsansa evlənək." Evləniblər. Çox gözəl, boylu boxunlu qadındır. Baxanda deyərsən ki, heç ərə getməyib. Qız uşağıdır. Ofislə Afiqgil yaşayan motelin arası piyada 10-15 dəqiqəlik yol idi. O da bu ofisin ətrafındakı saat 4 hayküyünə biganə deyildi və həmişə yaşadığı yerə çatanda dayanıb geri baxırdı. Gözünə heç kəs dəymirdi. Bir an darıxırdı. Ofis şəhərin kənarında, motel isə şəhərdən aralı, lap dağın ətəyində yerləşirdi. Motelin 5 addımlığında isə otel ucalırdı. Otel motelin arxa tərəfindəki yamacda böyük hovuz vardı. Yayda burada adam əlindən tərpənmək olmurdu. Hovuzun ətrafında isə müxtəlif idman qurğuları, meydançalar cavanların ixtiyarında idi. Otel motelin ətrafındakı yapon qazonu ilin bütün fəsillərində yaşıldı. Xüsusi qulluq eləyirlər. Xalça kimidir. Yumşaqdır, rahatdır. Qazonun arası ilə hovuza, idman qurğularına və bu yaxınlarda açıq havada tikilmiş kinoteatra ensiz, piyada yolları keçib gedir. İsfahandan metallurgiya zavoduna gedən böyük və hamar şose yolu otel-motellə şəhərin arasından keçir. Bu şose yolundan bütün günü maşın səsi gəlir. İşlək yoldur. Otel-motel tərəfindən baxanda Ariya şəhər ovuc içindəki kimi görünür. Şəhərin tən ortasında ofisə qədər kərpicdən tikilmiş 2 mərtəbəli, gözəl villalardır. Villalar qutaran yerdən o yana isə çoxmərtəbəli binalar bir-birinə boy verir. Şəhərin mərkəzində təzəcə istifadəyə verilmiş ticarət mərkəzidir. Onun ətrafı nəyə desən deyər. Ticarət mərkəzinin sol tərəfində məktəb, onun böyründə Sovet mütəxəssislərinə xidmət edən klub, ondan biraz aralı isə böyük foto atelye, supermağaza və polis idarəsi yerləşirdi. Ofisə ən yaxın binada isə tikinti idarəsinin rəhbərliyi otururdu. Qəribə də olsa Ariya şəhər ən vacib məsələləri mühəndis Fərasət ilə məsləhətləşirdi. Mühəndis Fərasətin dediyi bu şəhərin meri və polis idarəsinin rəisi üçün də bu qanun idi. Burada belə idi. Salam ağay Cəfəryan. Akif içəri girən kimi motelin tərcüməçisini salamladı və ikinci mərtəbəyə qalxmaq istəyəndə Cəfəryan onu saxladı. Bu 70 yaşlı rus dili tərcüməsi oturduğu yerdən Akifin yanına gəldi. Ətrafına baxdı. Elə bir gizli bir söz deyəcəkdi. Bəri bax, mənim qızım necədir? Reyhanı soruşdu. Çox sağ olun ağay Cəfəryan. Yaxşıdır. Mərhəmətinizdən qoyma darıxsın, qəribdir. Baş üstə, Akif yuxarı qalxmaq istəyəndə Cəfəryan dedi, yadınızdadır? Nə? Akif təəccübləndi. Siz Ariya şəhərə təzə təşrif gətirəndən 1-2 gün sonra yadınızdan çıxıb? Yadımdan çıxıb. Akif elə günahkarcasına dilləndi ki, elə bir Ariya şəhərə gələndən 1-2 gün sonra Cəfəryan ona böyük bir yaxşılıq eləmişdi. O da unutmuşdu. Mənə buyurdunuz ki, bu necə familiyadır? O xırıltılı səslə güldü. Hə, yadıma düşdü, hə. İkisi də güldü. Akif doğrudan da Ariya şəhərə gələndən sonra Cəfəryandan soruşmuşdu ki, bu necə familiyadır? Cəfəryan və yanı xüsusilə vurğu ilə demişdi. O da Akifə cavab vermişdi ki, lap gözəl familiyadır, yan olanda nə olar? Bəs siz necə universitet qutarmısınız ki, bu vaxta qədər bilmirsiniz ki, an, yan, fars dilində cəm şəkilçisidir. O vaxt Cəfəryan elə indiki kimi gülmüşdü. Akif isə düz deyirsiniz deyib, pərt olsa da nəzarət xətrinə gülümsəmişdi. Cəfəryan kefindən qalan kişi deyildi. Söz söhbəti əsasən keçmişdən olardı. Yaşlı olsa da qıvraq və canı sulu idi. Hər gün naharda 250 qramlıq Yekaterina arağı süfrəsində hazır idi.
İçərdi və gecə yarısına kimi ona bəs eləyərdi. Sonra da yıxılıb yatardı. İndi də vurmuşdu. Motelin girişində üstünə telefon qoyulmuş stolun yanındakı yumşaq divanda oturur, içəri girənin hərəsinə bir söz deyir, onların da özünün də kefini açırdı. Şən adam idi. Moteldə yaşayan Sovet mütəxəssislərinin də hamısı onun xasiyyətini bilirdilər. Hərdən Cəfəryan özü demiş, rüsxət alıb Tehranda yaşayan qızı evinə gedib bir-iki gün qalanda onun yeri o saat görünürdü. Akif yuxarı qalxıb qapını açdı. Reyhan! Akif qapının ağzındaca hiss elədi ki, Reyhan evdə yoxdur. Ürəyi ondan incidi. Bəlkə acmışdı. Orta otaqdan keçib mətbəxə gəldi. Soyuducunu açmaq istədi. Bir də gördü Reyhan soyuducunun dəstəyinə məktub yazıb qoyub. Reyhanın aləmində soyuducunun dəstəyi ən etibarlı yeridir. Bilirdi ki, Akif gələn kimi ac da, tox da olsa soyuducunu açmalıdır. Reyhanın məktubu soyuducunun dəstəyinə etibar eləməsi üçüncü dəfə idi. Birinci dəfə Akif o qədər gülmüşdü ki, elə indi də gülümsədi. Ay şeytan, Akula, burada dana əti tapmadım. İsfahana getdim. Öpürəm. İmza Vəzəri, İran, İsfahan vilayəti. Ariya şəhər, motel 2-ci mərtəbə, 46-cı mənzil, saat 3. Akif soyuducudan cövhərnanəli kalbasa götürdü. 2 nazik dilim kəsib çörəyin üstünə qoydu. Kəvəliyə-kəvəliyə eyvana çıxıb İsfahan yoluna tamaşa eləməyə başladı. Həftənin axır günü idi. Akif həftənin axır gününü çox sevirdi. Telefon zəng çaldı. Akif içəri girib dəstəyi götürdü. Alo, Sergey Aleksandroviç, Akula evdəsən? Bəli, Sergey Aleksandroviç, sizə gəlirəm. Buyurun, tək gəlirsiniz? Təkəm, Tanya İsfahandadır. Nə vaxt gedib? Saat 3-də məndən maşın istədilər. Sergey Aleksandroviç, demədilər ki, nə vaxt qayıdacaqlar. Akif başa düşdü ki, həmişəki kimi bir yerdə gediblər. 6-nın yarısında. Yaxşı, gəlirəm. Sergey Aleksandroviç hələ bir dəfə də bu 5 ayda işdə Akifə Akula deyə müraciət eləməyib. Akif isə işdə də, məclisdə də harda olsa ona adı və atasının adı ilə müraciət eləyir. Sergey Aleksandroviç 40 yaşındadır. Boy buxunludur, saqqalı da var. Həyat yoldaşı Tanya da Reyhan kimi işləmir. Ərinə yaraşan qadındır. Hər cəhətdən. Ərinin çiynindəndir. Xoş sifətdir. İşi peşəsi gecə-gündüz kitab oxumaqdır. Bəzi az müddətli fasilələri nəzərə almasaq, 8 ilə yaxındır ki, əri ilə İrandadır. O da həyat yoldaşı kimi memardır. Moskvada işləyirmiş. Bircə qızları var. Olya. Akif təzədən eyvana çıxdı. Noyabr ayı olsa da elə bil ki, payız bugün girib. Payız qış bu yerlərə min illərdir belə gecikib. Bu yerlər öz vaxtından da biraz tez gələn yaydır. Yay beləcə gəlir və qurtarmaq bilmir. Biraz yazdan, biraz payızdan oğurluyur və az qala ilin yarısı olur. Yerli əhali buna çoxdan öyrəşib. Sergey Aleksandroviç motelə tərəf cığırı tutub yaxınlaşdıqca qoltuğunda nə isə ağarırdı. Demək olar ki, hər həftənin bu günü əgər vacib bir işi ortaya çıxmasa, ya burada, ya onlarda görüşürdülər, otururdular, musiqiyə qulaq asırdılar, vətəni, doğmaları xatırlaya-xatırlaya birlikdə darıxırdılar. Burada heç kəs tək darıxmaq istəmirdi. Akif qapını bağlayıb içəri girən kimi Sergey Aleksandroviç gəldi. Salamdan sonra yumşaq kreslonun üstündə oturub geri söykəndi. Ayaqlarını qabağa uzatdı. Qoltuğundakı şeyləri jurnal stolunun üstünə qoydu və bir an beləcə dayanıb elə bil ki, dincəldi. Sonra bağlamanı açdı. Yaman yorulmuşam, Akula. Ümumiyyətlə yorulmuşam. Moskvadan ötürü burnumun ucu göynüyür. İndi bu saat Moskvada şaxta, qar. Olinka, Olinka, Olya. Sergey Aleksandroviç ayaqlarını yığıb düz oturdu. Akula dedi. Sən biz tərəflərdə Moskva altında olmusanmı? Yox. Akif təəssüflənən kimi oldu. Heyf, sağlıq olsun. Gələrsiniz bizə. Özü də mütləq qışda. Təzə ildə apararam sizi bağa. Qaynatamın əla bağı var. Meşənin içində. Hər tərəf ağcaqayın. O cibindən Winston çıxarıb birini yandırdı. Bir qurtum aldı və qəfildən fikri qapıya yönəldi. Bir an susub dedi. Aha, deyəsən bizimkilərdir. Akif qapıya tərəf baxan kimi Reyhanla Tanya içəri girdilər. Düz saat 6-nın yarısı idi. İkisi də çox şən görünürdülər.
Qapı döyüldü. Sürücü içəri girib utana-utana soruşdu. Ağay Volkov, mən lazım deyiləm ki. Yox, gedin dincəlin. Sürücü çıxmaq istəyəndə Sergey Aleksandroviç ona dedi. Ağay Şocan, sabah dediyiniz dərmanlar hazır olacaq. Ananız necədir? Mütəşəkkirəm Ağay Volkov, pis deyil. İcazənizlə. Sürücü gedən kimi Sergey Aleksandroviç dedi. Anası xəstədir. Dünən gedib aptekə ki, pensilin alsın. Deyiblər ki, 80 tümən. Sonra utana-utana mənə deyir ki, Ağay Volkov, bəlkə sizin aptekdə Tanya əl sumkasından kiçik, qəşəng bir qutu çıxarıb ərinə verdi. Olinkaya almışam, gör nə qəşəngdir. Əri qutunu açıb, içindəki qızıl zəncirə baxandan sonra Tanyaya qaytarıb dedi. Neçəyə? 82 tümənə. Tanya dedi. Neçə qramdır? 2,5. Bəs dana ətin oldu? Almışam. Tanya ilə Reyhan mətbəxə keçdilər. Yenə ikisi qaldı. Sergey Aleksandroviç dedi. Akula, sən necə? Darıxmırsan ki? Yenə Akif cavab verməmiş, sözünə davam elədi. Sənin üçün hələ çox tezdir. 5 ay nədir ki? Mən 8 ildən sonra darıxmağa başlamışam. Mən də darıxıram. Sergey Aleksandroviç təəccübləndi. 5 aydan sonra? Bəli, bu 5 aydan məndən ötürü 8 il kimi bir şeydir. Reyhan məndən çox darıxır. Onu bilirəm. Belə çıxır ki, 2 ilin tamam olan kimi. Akif onun sözünü kəsdi. Hə, tamam olan kimi çıxıb gedəcəyik. Tanya mənə deyir ki, Reyhan ata-anasının tək qızıdır. Düzdür. Qayıdandan sonra onlarla yaşayarsınız. Deyir ki, otaqları çoxdur, böyükdür. Yox, Sergey Aleksandroviç. Axı niyə? Bizdə belə şeyə pis baxırlar, Akif dedi. Sən də pis baxırsan? Bəli. Axmaqsan ona görə. Mən qaynatamın evində yaşayıram. Nə olsun ki? Deməli mən... Yox, niyə? Sizdə başqa cürdür, Akif dedi. Mənim bacım da əri ilə atamgildə yaşayır. Qəribədir. Belə şeylər mənim beynimə girmir. Sən çıxandan 10 dəqiqə sonra Tehrandan zəng eləmişdilər. Kolesnikov zəng eləmişdi. Səni istəyirdi. Özü də bir aylığa. İqtisadi Əlaqələr Komitəsinə. Deyir ki, köhnə tərcüməçilər hamısı gedib. Cavanlar da bacarmır. Dedim ki, imkanımız yoxdur. Biraz da yuxarıdan danışdı. Dedim ki, ixtiyarım yoxdur. Arvadı hamilədir. Çox sağ olun, Sergey Aleksandroviç. Akif heç vaxt Reyhanı tək qoyub, belə uzun müddətli ezamiyyətə gedə bilməzdi. Reyhanı bağlı çatlardı. Bunu elə Sergey Aleksandroviç də, Tanya da bilirdi. Kolesnikov bir də soruşdu ki, cəmaatı nə vaxt köçürdürsünüz? Sergey Aleksandroviç əlini saqqalına çəkdi. Hara? Kuruş məhəlləsinə, 9 mərtəbəyə. Korporasiyadan da bərk tələsdirirlər. Deyirlər ki, zavodun işçiləri narazılıq eləyiblər ki, şəraitimiz yoxdur. Belədir, filandır. Dedim ki, 10 gündən sonra. Amma çox qəşəng evdir, həm də böyük. Akif də siqaret yandırdı. 108 ailə köçməlidir, soruşdu. Hə, dekabrın 10-unda. Sergey Aleksandroviç bir neçə saniyə fikrə getdi. Qaşlarını çatıb dedi. Ancaq yeraltı keçidi, stadionu qutara bilməyəcəklər. Nəysə, elə bir işləmək istəmirlər. Biraz vəziyyətləri düzələn kimi sustu. Belə getsə əlbət ki, Akif təsdiq elədi. Bilirsən nə olub? Sergey Aleksandroviçin qaş qabağı açıldı. Üzünə təbəssüm qondu. Bunu mənə Arya şəhərə gələndə Kolesnikov danışdı. Sən yox idin. Kolesnikov deyir ki, səfirlikdə bir bağban var. Belə pis adam deyil, bağa da yaxşı qulluq eləyirmiş. Bizim də yazığımız gəldi, götürüb maaşını artırdıq. Sonra məlum olub ki, bu bağban maaşı artan kimi bir oğlan tapıb gətirib. Pulunu ki, nə qədər artırmayıblar, onu bu oğlana verir. Bağda işlədir, özü də olur əməlli başlı ağa sahib. Hər ikisi ürəkdən qəhqəhə çəkib gülüşdülər. Reyhanla Tanya mətbəxdən əli dolu gəldilər. Qonaqlar gedəndə saat 1-in yarısı idi. Akif pəncərəni açıb otağın havasını dəyişənə qədər Reyhan stolun üstünü yığışdırdı. Yatmayaq, Reyhan soruşdu. Yox. Niyə? Akif o biri otaqdan Reyhanın plaşını gətirib tutdu. Geyin. Hara? Reyhan təbəssümlə soruşdu. Sənin kimi adamlar yatmazdan əvvəl açıq havada piyada gəzməlidir. Reyhan naz elədi. Sən bunları hardan bilirsən? Kitabdan oxumuşam. Gənc evlənənlərə məsləhət. Reyhan plaşını geyinəndə Akif onun boynunun dalından öpdü. Onsuz da küsəyənsən dedi. Bəs sən? Sən küsəyən deyilsən. Buna bir bax. Elə mən də. Onlar motelin ətrafında yarım saat gəzdilər.
2-yə 5-10 dəqiqə işləyəndə qayıtdılar. Heç yuxum gəlmir, Reyhan dedi. Plaşını soyunub Akifə verdi. Otur söhbət eləyək. Oturdular üz-üzə. Biraz sustular. Bilmədilər ki, hardan, nədən başlasınlar. Reyhan başladı. Görəsən indi Mamagil neynir? Mamagil? Akif dedi. Hə, mən dəqiq bilirəm indi Mamagil neynir. Neynir? Reyhan maraqlandı. Akif fikirləşmədən dedi. Mamagil indi şirin-şirin yatır. Reyhan razı qalmadı. Gəl otur yanımda. Akiflə Reyhanın kresloları bir-birinə yapışdı. Akif bir əlini onun boynuna saldı. Bir əli ilə də xurmayı saçlarını sığallayandan sonra başını onun başına söykədi. Reyhanı doğum evində, çarpayının üstündə uzanıb uşaq əmzirdiyi yerdə gözünün qabağına gətirdi. Ürəyi atlandı. Özü də bilmədən ürəyində ilk dəfə qəribə hisslər keçirdi. Bütün varlığı quşa döndü. Elə uşaq istəyirdi ki, Reyhan pıçıldadı. Söhbət elə də. Akif tərpənmədən pıçıldadı. Hə, biri vardı, biri yox idi. Bir vəzəri var idi. Bir gün o İsfahana gedəndə, Akif ehmalca əlini götürüb ayağa durdu. Saatına baxdı. Sənin kimi adamlara yuxusuz qalmaq olmaz dedi. Akif Reyhanın qolundan tutub qaldırdı. Sabah saat 10-un yarısına kimi yatmalısan. Normadır, dedi və gülümsündü. Onlar yataq otağına keçdilər.